Həyətdə Səməd ağanın səsi gəldi. Petruşka, Petruşka, ay balam, bu xoruz görəsən haraya getdi? Səhərdən hər yeri gəzirəm, heç yerdə yoxdur. Cip, 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 cip. Əslində mən yuxudan tez oyanmağa vərdiş etmişəm. Saat 7-dən sonra yata bilmirəm. Ancaq bu xoruz məni saat 5-də, 6-da oyadırdısa, nə etməliydim? Xüsusilə işimin xüsusiyyəti ilə bağlı gecə yarısı yorğun evə gəlib, yuxuya gedəndən 2 saat sonra xoruz səsinə oyanmaq məni Petruşkaya qarşı ən radikal addımlar atmağa vadar etmişdi. Həm də bir neçə qonşu Səməd ağaya eşitdirmişdisə də, o, xoruz banlayar da, deyərək sözlərini qulaq ardına vurmuşdu. Bazar günü olduğu üçün elə bir işim yox idi. Layiqənin rəfiqəsinin nişan mərasimi olduğu üçün orada olacaqdı. Nadir ailəsi ilə birlikdə rayonda dincəlirdi. Birdən ağlıma bir fikir gəldi. Bazarlıq edib axşam tərəfi Səməd ağa başda olmaqla məhəllə uşaqlarını həyətdə manqal qırağında yaxşı bir qonaqlıq vermək. Həm Səməd ağanın qarşısında günahımı yumuş olardım, həm də məhəllə uşaqları ilə çoxdandır ki bir süfrə arxasında yığışmırdıq. Əl üzümü yuyub, geyinib həyətə düşdüm. Məndən 2 qapı o tərəfdə yaşayan Mehmangelin qapısını döyüb, ucadan səslədim. Mehman, ay Mehman. İçəri gəl, qədəş. Səsimə çıxan Mehman gülümsəyib mənə tərəf gəldi. Xeyirdimi, Bəxtiyar qədəş, belə səhər tezdən. Mehman məndən 10 yaş kiçik idi. 29 yaşı var idi. Daimi işi olmadığı üçün məhəllə toylarında kebabçılıq edir, bir də hər başını dolandırırdı. Amma kebab bişirməyi də söz ola bilməzdi. Bu gün işin zadın yoxdur ki, soruşdum. Şikəfdən danışırsam, may ayında toy eləyən var ki, işim də olsun, Mehman əlini yellədi. Onda səndən bir xahişim olacaq, dedim. Buyur qədəş, canla başla hazıram, deyə Mehman əlimdən tutub həyətdəki talvarın altında qoyulmuş stolun yanına gətirdi. Yəqin ki, sən də mənim kimi çaydan zaddan içməmisən, deyib yoldaşını səslədi. Ay təriş, Bəxtiyar qədəşlə mənə bir çay gətir. Çayları süzmüşəm, gözləyirdim ki, oturasınız, gətirim. Təranə əlində çay dəzgahı evdən çıxdı. Xoş gəlmisiniz, Bəxtiyar qardaş, deyib çayları ağ gilas mürəbbəsini, qəndanı stolun üstünə düzdü. Mehman hansısa işlə bağlı Səbrabad rayonunda olanda təranəni görüb bəyənmiş, sonradan elçilərini göndərib həsini almışdı. Mehriban, əlli ayaqlı gəlin olduğu üçün hamımız onun xətrini çox istəyirdik. Salam bacım, bu gün Mehmanı biraz işlətmək istəyirəm. Etiraz etmirsən ki? Zarafatla dedim. Elə işlətsəniz yaxşıdır. Onsuz da neçə gündür moyan işi gücü bekarçılıqdan deyinməkdir. Təranə də zarafatla cavab verib evə keçdi. Mənim hesabımla tapşıracağım şeylərə 200 manat bəs edirdi. Cibimdən 3 dənə yüzlük çıxardıb stolun üstünə qoydum. Bugün bazar günüdür. İstəyirəm məhəllədə bir manqal qoyaq. Axşamüstü bir kebablayaq. Bunu da səndən yaxşı heç kim bacarmaz. Necə deyərlər, çörəyi ver çörəkçiyə. Birini də üstə gəl. Yaxşı, bir erkək kəsdir, bastırma ilə, lazım olan başqa şeyləri də al, araqdan başqa. Arağı özüm gətirəcəm. Uşaqlara da tapşır, axşam bağçada olsunlar, dedim. Bağça məhəllədəki yeganə söyüd ağacının bitdiyi 20 kvadrat metrlik 4 künc boş sahəyə deyirdik. Damları qırıq, küçələrə asfalt döşəməli məhəlləmizdə bu ağacdan başqa bir ot belə tapmaq mümkün olmadığı üçün həmin sahə qeyd şərtsiz bağça adlandırmaq hüququ qazanmışdı. Baş üstə, qədəş, ancaq bunlara elə 200 bəs edər. Üçüncü sənindir, deyib ayağa qalxdım. Xasiyyətimi bildiyi üçün daha bir kəlmə də danışmadan məni qapıya qədər ötürdü. Təranənin çayı yaman ləzzət eləmişdi. Xırdapara işlərimi görüb yolüstü ofisə dəyməli, bir tanışımın pay verdiyi, artıq neçə aylarda orada yatan 3 litrlik araq şüşəsini götürüb evdə soyuducuya qoymalıydım ki, axşama soyusun. Özüm həvəskarı olmasam da cəmaata isti araq verməyəcəkdim ki. Mehmangildən çıxan kimi Səməd ağa ilə üz-üzə gəldim. Bəxtiyar qədəş, mənim xoruzumu görməmsən, deyib Səməd ağa ümidlə üzümə baxdı. Yox ay Səməd ağa, nə olub ki?
deyə süni təəccüblə soruşdum. Heç yerdə tapa bilmirəm. Deyəsən gecə ikən xoruzumu oğrayıblar. Ürəyini sıxma kişi, tapılar. Axşam bağçada ol, balaca yeyib içmək olacaq, deyib Səməd ağadan uzaqlaşdım. Mühərrik qızana qədər telefonu çıxarıb çoxdan görüşmədiyim bir nəfərə zəng vurdum və düz saat 3-ə görüş təyin etdim. Sonra şəhərin mərkəzinə üz tutdum. Nahara qədər bir neçə yerə dəyib, saat 3-də vədələşdiyimiz yerdə olmalıydım. Əvvəlcə layiqənin təkidi ilə kostyum sifarişi verdiyim dərziyə dəydim. Şəhərdə çox məşhur olan bu dərzinin qəbuluna düşmək çətin bir məsələ idi. Layiqənin bu gün nişanı olan rəfiqəsinin dayısı olduğu üçün onun xahişi ilə məni növbədən kənar qəbul etmişdi. Usta yarımçıq kostyumun qolsuz pencəyini mənə geyindirib bir neçə dəfə o tərəfə bu tərəfə döndərdikdən, təbaşirlə təkcə özünə məlum olan cızlar çəkdikdən sonra nəhayət işini bitirdi. Kostyum hazır olanda zəng vuracağını dedi. Oradan çıxanda əməlli başlı dərindən nəfəs aldım. Sanki cəmi 10 dəqiqə yox, bütün günü istəmədən o tərəfə bu tərəfə dönməyə məcbur edilmişdim. Dərzi sexi şəhərin 5 mərtəbə adlanan ərazisində yerləşdiyi üçün oradan birbaşa yaxınlıqdakı ofisimə gəlib 3 litrlik araq şüşəsini götürdüm. Bir neçə yerə baş çəkdikdən sonra saat 3-ə qalmış görüşəcəyim adamla vədləşdiyim parka gəldim. Bakının bu köhnə parkının lap dərinliyində, sakit, müştərisi az olan bir çayxana vardı. Hələ daxili işlər orqanlarında əməliyyatçı kimi fəaliyyət göstərdiyim vaxtlarda vacib məlumatları almaq üçün inanılmış şəxslərlə bu çayxanada görüşürdüm. Gözdən uzaq olmasından başqa çayxananın daha bir üstünlüyü də həmişə boş olan kabinələrinin olması idi. Əməliyyatçı ilə inanılmış şəxsi heç kim bir yerdə görməməli idi. Danışdığımız kimi mən həmişə 10 dəqiqə əvvəl görüş yerinə gəlir, boş kabinələrin birinə keçərək telefon vasitəsilə nömrəsini inanılmış şəxsə bildirir və çay sifariş edirdim. Bir dəqiqə sonra o gələrək birbaşa kabinetə daxil olur, lazımi məlumatları verdikdən sonra yenə bir neçə dəqiqə fasilə ilə kabineti tərk edirdik. Bu çayxananın bir üstünlüyü də onda idi ki, kabinələri uzunsov formada olmaqla masalar geniş qapıdan sol tərəfə qoyulmuş və qapı açılarkən dəhlizdə hər hansı kənar adam olarsa, kabinetdə masa arxasında oturanları dərhal görə bilməzdi. Bunun üçün bir qədər içəri boylanmalı idi. Bu dəfə də mən həmişəki kimi bir qədər tez gəlib boş kabinələrin birinə keçdim və çay sifariş verdim. Gözlədiyim adam cinayətkar aləmdə baş verən hadisələr haqqında çox məlumata malik biri idi. Belə adamla əlaqə yaratmaq, mütəmadi görüşüb lazımi məlumat almaq bir dediktiv kimi mənim üçün çox vacib idi. Və çox vaxt verilən məlumatlar bu məqsədlə xərclənən pullardan qat-qat qiymətli olurdu. Düz saat 3-də kabinetin qapısı açıldı və köhnə tanışım içəri girdi. Neçə illər əvvəl Moskvanın Spartak futbol komandasında oynamış tatar əsilli futbolçu Vaqiz Xudiyatılinə oxşadığı üçün özlüyümdə ona tatar ləqəbi vermişdim. Ancaq onun bundan xəbəri yox idi. Heç olmamalıdır. Tatar vərdişlərimi yaxşı bildiyi üçün görüşmədən keçib üzbəüz əyləşdi. Evə çatanda 5-ə işləmişdi. Araq şüşəsini soyuducuya qoyub duş qəbul etdim. Yüngül idman kostyumumu geyinib divanda uzandım. Mehman çağırana qədər televizora baxacaqdım. Ancaq yuxu məni necə aparıbsa, bir də axşam saat 7-də Mehmanın səsinə oyandım. Ağzım acı zəhər dadırdı. Səhərdən delmə çaydan başqa heç nə vurmadığım yadıma düşdü. Soyuducunu açanda hansısa ağıllı adamın araq barəsində dediyi çox gözəl bir aforizm yadıma düşdü. Səbəbsiz yerə sevinç gətirən şeyə araq deyilir. Yuyunub həyətə düşdüm. Kababın iyi hər yanı götürmüşdü. Bağçaya çatıb əlimdəki 3 litr səbəbsiz yerə sevinç gətirən maye ilə dolu şüşəni stolun üstünə qoyanda məhəllə uşaqları bir ağızdan "Oo, bu nədir ala?" deyib hayküy saldılar. Məhəlləmizə sonradan köçən və Rusiyada təhsil almış, hamının Roma deyə çağırdığı Ramiz "O" əvəzinə "Au" deməklə
heyrətlənənlərlə həmrəy olduğunu bildirsə də, bundan artıq nəsə deməyə ona imkan vermədilər. Bütün məclislərdə tamada funksiyasını öz üzərinə götürən şıxlar soyuqdan tərləmiş araq şüşəsini əlinə götürüb, araq süzməyin özü də bir incə sənətdir, deyərək şüşənin ağzını açdı. Sual dolu baxışlarla mehmana baxdım. Yaxındakı evlərin hamısının payını göndərmişəm, gedək. Mehman nə demək istədiyimi göydə tutdu. Məclisə başlamaq olardı. Xəfif yaz mehi yeyib içənlərin əhvalını biraz da açır, get-gedə məclis daha da qızışırdı. Uşaq ikən başımıza gələn məzəli əhvalatları bir-bir xatırlayıb o ki var gülür, xəyalımızda o günlərə qayıtdıqca yenidən uşaqlaşırdıq. Uşaqlığımız bir yerdə keçdiyindən o qədər yada salmalı hadisələr var idi ki. Dağlı məhəlləsinin olduqca dalaşqan olan uşaqlarının içərisində mən təmkinliklə seçilirdim. Bəlkə də elə buna görə həm yaşlıların mənə özlərinə qeyri-şərtsiz lider seçmişdilər. Bu öz-özünə baş vermişdi. Bəlkə də qoldan ən güclü olduğuma görə də. Yəni heç bir həm yaşadım məni nə lider, nə də başçı deyə çağırmamışdı heç vaxt. Ancaq başqa məhəllələrin uşaqları ilə sözümüz çəp gələndə həmişə ilk olaraq mən irəli çıxır, kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdırırdım. Mən ilk yumruğu atmayınca dostlarımdan heç biri qımıldanmaz, mənim hansı qərar verəcəyimi gözləyirdilər. Bir şey də var idi ki, uşaq olsaq da biz heç vaxt haqsız yerə vuruşmazdıq. Bunu bizə məhəlləmizdəki cavanlar öyrətmişdilər. Həmin vaxtlar cavanlara cayıllar deyirdilər. Böyüklər demişkən deyim ki, özləri çağırmayınca bizim onlara yaxınlaşmağa, söhbətlərinə qulaq asmağa ixtiyarımız yox idi. Ailə tərbiyəsi ilə bərabər küçə qanunlarını da öyrənirdik biz. İndi küçə sözü nədənsə pis səslənir. O vaxtlar isə küçə bizə başqa bir tərbiyə verirdi. Dağlı məhəlləsində öz bacısı, nişanlısı ilə keçən oğlan heç vaxt onların qoluna girməzdi. Özü irəlidə gedərdi, qızı isə arxasınca. Hamı bilirdi ki, nəinki söz atmaq, heç bir nəfər də başını qaldırıb o qıza tərəf baxmayacaq. Başqa şeylər də öyrətmişdi bizə məhəlləmizin cavanları. Heç kimin köynəksiz və ya idman paltarında küçəyə çıxmağa ixtiyarı yox idi. Bir epizod yadıma düşdü. Məhəlləmizdə yenicə ev kirayələyən, bu qaydaları bilməyən tələbə gənc idman şalvarında siqaret çəkmək üçün küçəyə çıxmışdı. Tində dayanan cavanlardan biri məni səsləyərək həmin gənci yanlarına çağırmağımı tapşırdı. Gəncə yaxınlaşıb onu çağırdıqlarını dedim. Sonra isə ona nə deyəcəklərini eşitmək üçün bir qədər aralıda durub qulaq asdım. Aralarında belə bir dialoq oldu. Salam, əmi oğlu. Salam. Mümkünsə, əynini dəyiş, sonra yanımıza qayıt. Oğlan birazdan əynində şalvar qayıtdı. Xoş gəldin, indi isə bizimlə dayan. Orada niyə tək dayanmısan? Qayna, qarış, heç nədən çəkinmə. Bu məhəllədə heç kim sənin xətrinə dəyməz. Sən də məhəllə uşağımız sayılırsan daha. Sonralar evdən valideyni pul göndərə bilməyəndə məhəllə cavanlarının dəfələrlə o gəncə maddi kömək də etdiklərini eşitmişdim. Küçənin yazılmamış qanunlarını belə öyrənirdik böyüdükcə. Yanında qız, qadın olan oğlan hətta heç nədən bizə sataşarsa, ondan üzr istəməyi tapşırmışdı bizə böyüklər. Bir kişini bir qızın yanında heç vaxt sındırmayın, demişdilər. Laf nə qədər haqsız olsa da, nə vaxtsa tək olanda rastlaşsanız dərsini verərsiniz. Bir paytaxt şəhərinin mərkəzində yerləşən məhəlləmiz beləcə öz yazılmamış qanunları ilə yaşayırdı. Əyləşərkən 150 qramdan artıq içməyəcəyimə özümə söz vermişdim. Lakin uşaqlıq dostlarımın təkidi ilə daha 2 qədəh içməyimə görə bir qədər dəmləndiyimi hiss edirdim. Bundan artıq içməyə ixtiyarım yox idi. Səhər tezdən ayıq başla oyanıb, vaxtında ofisdə olmalı, bəzi şeyləri yoxlamalı idim. Uzun müddət əvvəl ölkəni tərk etmiş, qoca ləqəbli qatı cinayətkarın şəhərdə olması barədə Tatarın verdiyi məlumat mənə çox maraqlı görünürdü. Saata baxdım, 11-ə az qalırdı. Qalxmaq lazım idi. Ancaq elə bu vaxt evi Səmədağanın evi ilə bitişik olan Vaqif qədəhini qaldırıb, bunu da içək tezliklə Cəfərin tapılmasının sağlığına, dedi.
Cəfər kimdir ala? Hamı bir ağızdan səsləndi. Ala Cəfər yox, Cəfəri, yəni Petruşka, Səməd ağanın xoruzunu deyirəm də, Azərbaycanca, Vaqif dedi. Səməd ağa bütün məhəlləyə car çəkdiyi üçün xoruzunun yox olmağından hamının xəbəri var idi. Həm də bütün günü damlarda gəzib hay-küy salıb banlayan xoruzun birdən-birə səsinin kəsilməsi diqqət çəkməyə bilməzdi. Bu sağlığından artıq sərxoş olan Səməd ağanın gözləri doldu. O, dərdimi təzələdin, deyib xristiyan yas məclislərində olduğu kimi heç kiminlə toqquşdurmadan bir qurtumla əlindəki qədəhi boşaltdı. Sonra baxışlarını stolun üstündə bir nöqtəyə zillədi. Səməd ağadan heç də az dəmlənməmiş digərləri ən əziz adamını itirmiş kimi ona ürək-dirək verməyə başladılar. Darıxma, xoruzdur da, yəqin gəzib-gəzib qayıdacaq, hara gedəcək ki? Ləqəbi professor olan Qələndər isə yenə də filosof görkəmi alıb, bilirsən Səməd ağa, sən o xoruzu tək saxlayırdın. Ona görə də çox güman ki, qonşu məhəllələrdəki hansısa həyətdə özünə toyuq tapıb, uçub onun yanına gedib. Qonşu məhəllələri axtarmaq lazımdır, dedi. Səməd ağa susur, diqqətlə bir nöqtəyə baxmaqda davam edirdi. Alaqaranlıqda onun hara baxdığını müəyyənləşdirməkdə çətinlik çəksəm də, xoruzu qırmızı olduğu üçün Səməd ağanın məhz stolun üstündəki pomidorlara baxdığı qənaətinə gəldim. Daha uzatmaq olmazdı. Əlimi ərklə Səməd ağanın çiyninə qoyub, mən səhər tez durmalıyam, gecəniz xeyrə qalsın, deyib hamı ilə sağollaşdım. Başım fırlanırdı. Evə çatıb özümü çarpayıya yıxdım. Nədənsə Petruşka yadıma düşdü. Məclisdə məndən başqa hamı Petruşkanın sağ olduğunu, qonşu məhəllələrdən birinə adaxbazlığa getdiyini və mütləq qayıdacağını düşünürdü. Təkcə mən bilirdim ki, düz bir il zəhləmi tökmüş o xoruz artıq həyatda yoxdur. Haradansa oxumuşdum ki, qədim inanclara görə ölümdən sonra ruhlar əcdadlarına qovuşurlar. Əgər doğrudan da belədirsə, onda gərək indi Petruşkanın ruhu Yaponiyada olsun. Yuxuya getməzdən əvvəl arağın dumanlandırdığı beynimdə bu ağlıma gələn son fikir oldu. Bakının küləyi haqqında çox deyilib. Bəs Bakının yağışına kim fikir verib? Bakı yağışının özünə məxsus bir xüsusiyyətini çox sevmişəm uşaqlıqdan. Yağışın neft qoxusu ilə qarışıq ətrini. Köhnə Bakıda şiferdam örtüklərindən istifadə olunmaz. Evlərin damına qır basırdılar. Yaxud da damlar tol ilə işlənilirdi. Yağan yağış xüsusilə isti havalarda qırın buraxdığı yağı damlardan yuyaraq navalçalara axır, oradan küçələrə tökülüb neft qarışıq qoxu ətrafa yayırdı. Bu navalçalara şurşura deyərdik. Damlar bir-birinə bitişik olduğu üçün uşaq ikən bizə məhəllənin bir hissəsini əvəz edir, çox vaxt bir küçədən o birisinə kəsə olması üçün elə damlarla gedirdik. Bekar olanda dama çıxıb quşbazların saxladığı göyərçinlərə tamaşa etməklə başımızı qatar, vaxtımızı keçirərdik. Yay axşamlarında isə bürküdən evdə yatmaq mümkün olmayanda, günün əridib yumuşaltdığı qır azacıq bərkiyəndən sonra üstünə palas sərib uzanar, dəniz tərəfdən əsən mehdən həzz alardıq. Məhz bu qırlı, torlu, mazutlu məhəllələrin birində böyüməyin mənə neft qoxusu verən Bakı yağışını sevdirmişdi. Bu səhərdən məhz çox sevdiyim yağışın ətrinə oyandım. Yataq otağının pəncərəsini açıq qoyduğum üçün gecə başlayan yaz yağışının ətri içəri dolmuş, burnumu qıcıqlandırırdı. Qalxıb geyindim. Ofisi saat 9-da açırdım. Hələ saat 07:30 idi. Gecə çox içməyimə baxmayaraq gümrah oyanmışdım. Təkcə biraz susuzluq hiss edirdim. Çay dəmləməyə isə heç həvəsim yox idi. Ev ilə ofisin arasındakı məsafə elə də böyük olmadığı üçün işə piyada getməyə qərar verdim. Həm bu gün mənə maşın lazım deyildi, həm də yağışlı havada gəzmək fürsətini əldən vermək istəmirdim. Saat 8-də evdən çıxdım. Yaşadığım ərazini mikrorayonlarla birləşdirən əsas yol 4 il bundan əvvəl yeni metro stansiyasının inşası ilə əlaqədar bağlandığı üçün həmin istiqamətə gediş-gəliş çətinləşmişdi.
Çünki yeganə alternativ yol kimi Tbilisi prospekti qalırdı ki, bu da dediyim istiqamətə getmək üçün sakinlərin böyük bir dövrə vurmasına və tıxaclarda vaxt itirməsinə səbəb olurdu. Bununla belə sakinlər tikintini həyata keçirən şirkətin nəzakətli davranışına eyni nəzakətlə cavab verərək bu çətinliyə rəşadətlə sinə gərirdilər. Belə ki, şirkət rəhbərliyi böyük nəzakətlə tikintini əhatələyən hasardakı lövhələr vasitəsilə düz 4 il idi ki, müvəqqəti narahatlığa görə ətrafda yaşayanlardan üzr istəyirdi. Hər səhər olduğu kimi ofisimin mikrorayonlara tərəf də yox, əks istiqamətdə yerləşən Şükür edib Cəlil Məmmədquluzadə küçəsi ilə mərkəzə tərəf üz tutdum. Vaxtım çox olduğu üçün tələsmir, arxayın addımlarla səki ilə irəliləyirdim. Plaş materialından olan yüngül gödəkçəm və başıma qoyduğum kepkam məni yağışdan qoruyurdu. Səkilər tamamilə boş idi. Hamı avtobus dayanacaqlarında daldalanaraq yağışdan qorunmağa çalışır, tez-tez avtobusun gələcəyi istiqamətə baxırdılar. Avtobuslarsa həmişə olduğu kimi belə havalarda gecikmə ilə gəlir, bu səbəbdən sərnişin sıxlığı yaranırdı. Bir neçə belə dayanacağın yanından keçmiş Spartak stadionunun yanına çatmışdım. Körpünün altından keçdikdən sonra daha bir avtobus dayanacağı var idi. Bu dayanacaqdan sonra Cəfər Cabbarlı küçəsi 5 mərtəbə istiqamətində bir qədər üzü aşağı meyl edir. Yoluma davam etmək istəyirdim ki, birdən təxminən 50 yaşlarında olan Labaznik ləqəbli cibgirin büzüşərək dayanacağın lap kənarında dayandığını gördüm. Onun ova çıxdığı gün kimi aydın idi. Sovet dövrünə təsadüf etmiş yeniyetmə vaxtlarından xırda oğurluqlarla məşğul olan Labaznik bu oğurluqlardan biri zamanı hüquq mühafizə orqanları əməkdaşları tərəfindən yaxalanıb cəza çəkmə müəssisəsinə göndərilmiş. İslah olmaq əvəzinə orada daha təcrübəli cinayətkarların təsiri altına düşərək onlardan cibgirliyin incəliklərini öyrənmiş, sonradan bir neçə dəfə cibgirlik edərək yaxalanıb, yenidən həbsxana həyatı yaşasa da, bu əməlindən əl çəkməmiş cibgirliyi özünə peşə seçmişdi. Həmin dövrün 50 qəpiyinə el arasında labaznik deyirdilər. Xüsusi məqsədlər üçün dilinin altında ülgüc gəzdirən digər cibgirlərdən fərqli olaraq, məhz 50 qəpiyin qırağını itələyərək qadın çantalarını kəsmək məqsədi ilə ülgüc kimi istifadə etdiyinə görə bu ləqəb həmin vaxtlarda ona yapışmışdı. Belə kənarı itilənmiş qəpiqin istintaq prosesində məhz cinayət aləti kimi istifadə edildiyini sübut etmək mümkün olmadığına görə cibgirlər bu üsuldan istifadə edirdilər. Yaxalanan cibgir həmin qəpiyin xatırlamadığı hansısa mağazadan ona pulun qalığı kimi verildiyini bildirməklə özünü müdafiə edirdi. Adətən bu məqsədlə bir çox cibgirlər 5 qəpikdən istifadə etdikləri halda Labaznik 50 qəpikliyi seçmiş və bu ləqəbin ona yapışmasına da səbəb olmuşdu. Labaznikin narkoman olduğunu bilirdim. Bu yağışlı havada səhər saatlarında onun evdən çıxaraq dayanacağa gəlməsinin səbəbi də mənə aydın idi. Ona növbəti narkotik dozasının pulunu əldə etmək lazım idi. Özlərini həyatın bütün nemətlərindən məhrum etmiş belə insanlar yalnız bir fikirlə yaşayır, hər narkotik qəbulundan sonra zaman kəsiyindən bir müddət sonra narkotikin təsiri keçərkən sümük və oynaqlarında baş qaldıracaq dəhşətli ağrıların qarşısını almaq üçün növbəti dozanın pulunu əldə etməkdən başqa heç nə barədə düşünə bilmir. Bu səbəbdən istənilən cinayətə gedirdilər. Büzüşərək dayanmasından Labaznikin halının heç də yaxşı olmaması bilinirdi. Onun kiminsə cibindən və ya çantasından bəlkə də son pullarını çıxaracağına göz yumub, yoluma davam edə bilməzdim. Kepkamı gözlərimin üstünə daha da bərk basıb, bir qədər kənarda dayandım. Arxamı ona tərəf çevirdim. Onsuz da avtobus gələnəcən heç bir addım atmayacağı mənə məlum idi. Hətta onun avtobusa minəcəyini də bilirdim. Hələlik müəyyən edə bilməsəm də, artıq onun öz qurbanını seçdiyini, avtobusa minərkən yaranan sıxlıqdan istifadə edərək işini görəcəyinə əmin idim. Nəhayət, uzaqdan avtobus göründü.
Bunu görən adamlar yavaş-yavaş səkinin kənarına sıxlaşmağa başladılar. Mən də onlara qoşuldum. Hansısa hərəkətimlə seçilsəm, bu labazniki duyuq sala bilərdi. Qazdan ayıq olan cibgirlər işə çıxarkən hər şeyə fikir verir. Ən xırda bir şeydən şübhələnələrsə, dərhal həmin yerdən uzaqlaşırlar. Avtobus dayanar-dayanmaz həyəcana gələn adamlar daha da sıxlaşaraq bir-birini itələməyə başladılar. Bu isə cibgir üçün ən əlverişli məqam idi. Labaznik də elə bu məqamı gözləyirdi. Sifətinə səhər tezdən işə tələsən namuslu, zəhmətkeş ifadəsi verərək sıxlaşmış adamlara yaxınlaşanda əlləri ilə ən axırda durmuş, təxminən 50-55 yaşlarında olan kişinin güya tələsdirirmiş kimi böyürlərini gah sağdan, gah soldan sıxmağa başlayan dostumuz onun pullarını qoyduğu cibini müəyyən etdi. Pullarının şalvarının sol cibində olduğunu bildikdən sonra sağ ayağının dizini kişinin sol baldırına, diz qapağından atça yuxarı hissəsinə söykəyib yüngülcə sıxmağa başladı. Bu, ayağın həmin hissəsindən keçən sinirləri çəyitməyə hesablamış və belə hallarda cibgirlərin ən çox istifadə etdiyi üsul idi. Düşən sərnişinlərə yol verdikləri üçün kişi də digər avtobusa minməyə hazırlaşan kimi bayaqki itələşməni kəsib bir yerdə dayandığından Labaznik öz işini çox asanlıqla gördü və təxminən 20 saniyədən sonra kişinin sol ayağının hissiyatını ən azı yarı-bayara azaltdığına əmin idim. Bundan sonra uğurluğun əsas fazası başlayırdı. Belə də oldu. Cibgir baş barmağı çöldə, şəhadət və orta barmağı atca cibin içərisində olmaqla sağ əlinin 3 barmağından istifadə edərək kişinin şalvarının sol cibinin astarını yığmağa, bu minvalla cibin dərinliyində olan pul dəstini astarla birlikdə yuxarı qaldırmağa başladı. Onun hərəkətlərini gözdən qoymurdum. Bilirdim ki, hər şey bir anda baş verəcək və mən o zaman həm cibgiri yaxalamalı, həm zərər çəkənin avtobusa minərək uzaqlaşmasının qarşısını almalıydım. Tək olduğum üçün cibgiri yaxalayarkən vaxt itirə bilərdim. Belə ki, üzü-üzlər görmüş belə cibgirlər çox vaxtlar yaxalandıqlarını başa düşərkən hayküy salır, ətrafdakılardan güya onu döyürlərmiş kimi kömək istəyir, hətta köməyə gələnlər də tapılır ki, onlara əsl vəziyyəti başa salanadək müəyyən vaxt itkisi olurdu. Bu vaxt ərzində isə heç nədən xəbəri olmayan zərər çəkən avtobusa minərək uzaqlaşır ki, bu da əlavə çətinliklər yaradırdı. Qrupla işləyəndə bu hallar heç bir çətinlik törətməsə də, tək olduğum üçün hərəkət ardıcıllığımı düzgün müəyyən etməyim vacib idi. Üstəlik də artıq cibimdə təqdim etməyimlə bütün sualları cavablandıran polis vəsiqəm yox idi. Elə bu zaman, əşi, bu qədər gözləyərsən, sonra da heç avtobusun qapısına da yaxın düşə bilməyərsən, belə də iş olar, deyərək, güya əsəbləşmiş piyada getməyə qərar verən Labaznik sağ əlini cibinə saldığını gördüm. Vaxt idi. Cibgir artıq işini görmüşdü. Heç nədən xəbərsiz zərər çəkənə yaxınlaşıb, qardaş, tez cibinizdəki pulları yoxlayın görüm, deyərək sürətlə Labaznikin ardınca qaçdım. Artıq pullarının uğurlandığını görən kişi heç yana gedən deyildi. Arxadan yaxınlaşıb onun sağ qolunu xüsusi ağrıdıcı fəndlə saxlayaraq geriyə, dayanacağa tərəf gətirdim. Labaznik bir anda vəziyyətin nə yerdə olduğunu anlasa da, qəsdən qolunu lazım olduğundan bir qədər möhkəm sıxdığıma görə o ağrıdan heç nə deyə bilmir, yalnız ufuldayırdı. Dayanacağa çatanda bayaq dediyim 50-55 yaşlı kişiyə üzümü tutaraq, vətəndaş, az əvvəl bu gördüyünüz şəxs sizin cibinizə girərək pullarınızı çıxarmış və uzaqlaşmağa cəhd edərək tərəfimizdən saxlanılmışdır, dedim. Bu vəziyyətdə rəsmiyyət çox vacib idi. Çünki əksər hallarda vətəndaşlar yalnız pullarının qaytarılması ilə kifayətlənməyi, şikayət etməməyi üstün tuturdular. Bəziləri çəkindikləri üçün, bəziləri vaxt itirməmək üçün belə edirdilər. Xüsusilə də polis əməkdaşı olmadığımı bilərsə, zərər çəkən məhz belə qərar qəbul edə bilər. O zaman cibgiri buraxmaqdan başqa çarəm qalmazdı. Artıq ətrafımıza xeyli adam toplaşmışdı. Zəhmət olmasa deyin, pulunuzun miqdarını bilirdinizmi? Sualıma kişi tələsik, əlbəttə 340 manat bir yerdə, 7 manat isə ayrı idi, dedi.
Labaznikin qolunu biraz da sıxıb, hansı cibindədir, deyə yavaşca soruşdum. Artıq polis əməkdaşı olduğuma şübhəsi olmayan cibgir, bayaq dayanacaqdan uzaqlaşarkən əlini saldığı cibinə işarə edib ağrıdan ufuldadı. Bir əlimlə onu saxlayıb, o biri əlimlə hamının görə biləcəyi tərzdə aramla pulları işarə verdiyi cibindən çıxartdım. Pullarını görən kişinin baş verənlərə reaksiyası tam fərqli oldu. Nəticədə mən hələ də cibgiri fənddə tutub saxlayan sol qoluma ağır bir yumruq zərbəsi yedim. Əgər cəld tərpənib Labazniki kişinin onun sifətinə tuşlanmış zərbəsindən yayındıra bilməsəydim, aqibəti pis olacaqdı. Buna qolumdakı ağrı bariz sübut idi. Yumruğunun cibgirə yox, mənə dəydiyini görən kişi, "Siz Allah bağışlayın, belələrini öldürmək də azdır," deyib, sonra əsəbi şəkildə üzünü ətrafdakılara tutdu. "Düz 2 aydır ki, işdə müdürümdən borc almışam. Xəcalətdən üzünə baxa bilmirdim. Dünən gedib bir qohumumdan pul aldım ki, bugün işdə kişinin borcunu qaytarım. Bu əclaf da həmin pulları mənim cibimdən çıxardıb." Sonra yenə üzünü mənə tutdu. "Baxın, rəis, 340 manat belin bağlayıb ayrı qoymuşdum ki, işə çatan kimi verim. Qalan 7 manatı isə cib xərcliyimdir." Ona görə mən cinayətkarlara, xüsusilə də cibgirlərə həmişə nifrət etmişəm. Belə bir vəziyyətdə olan adamın cibinə girib, onun son pulunu, xüsusilə borc etdiyi pulları uğurlamağa nə ad vermək olardı? İşə çatıb müdürə olan borcunu qaytarmaq üçün əlini cibinə salanda, bu pulların uğurlandığını aşkar edən insanın vəziyyətini təsəvvür edirsiniz? Dayanacaqda çoxlu adamların toplaşdığını görüb yaxınlaşan post-patrul xidməti əməkdaşları özlərini təqdim edərək, "Burada nə baş verir, vətəndaşlar?" deyə müraciət etdilər. Uşaqlar tam zamanında gəlmişdilər. Qısaca vəziyyəti anladıb, cibgiri onlara təhvil verdim. Mənim və hadisə şahidlərinin ünvanlarını, əlaqə telefonlarımızı bloknota qeyd edən polis nəfərləri sonradan mütləq ərazi polis bölməsinə gəlməyimizin vacibliyini bildirərək cibgiri patrul maşınının arxasına xüsusi ayrılmış yerə, zərər çəkəni isə salona mindirdikdən sonra maşının sayrışan işıqlarını yandırıb bölməyə tərəf yola düşdülər. Ayrılarkən əlimi sıxan kişi vurduğu yumruq zərbəsinə görə bir daha üzrxahlıq etdi. "Kifayət qədər tutarlı zərbə yesəm də, boş şeydir," deyib gülümsədi. Nə deyəcəkdim ki? Yalnız yenidən ofisə tərəf getməyə başlayanda, yağışın altında necə islandığımın fərqinə vardım. Yaxşı ki, çox yolum qalmamışdı. Cibgirlərin psixologiyası mənə maraqlı olduğundan, yaxaladığım cibgirlərlə istintaqa təhvil verilməsi üçün zəruri sənədləşmə aparılan vaxtlarda söhbətlər edirdim və onlara verdiyim suallara aldığım cavablardan belə qənaətə gəlmişdim ki, cibgirlik özü də bir sağalmaz xəstəlikdir. Onların heç də hamısı narkoman deyil. Aralarında müxtəlif peşə sahiblərinə rast gəlinir. Hətta belə söhbətlərin birində cibgirlərdən biri mənə kifayət qədər uğurlu bir biznesmenin hekayəsini danışanda inanmaq istəməmişdim. Həmin iş adamı əvvəllər cibgirliklə məşğul olsa da, həyatda bəxtə elə gətirir ki, böyük bir şirkət təsis edərək özü bu şirkətə rəhbərlik edir. Elə həmin gündən cibgirliyin daşını atmağı qərar verir. Biznesi günü-gündən çiçəklənir və daha çox ağlasığmaz pullar qazanmağa başlayır. Ancaq bir hiss daimə, nəyinsə çatmaması hissi onu rahat buraxmır. Nəhayət bir gün bunun nə olduğunu anlayır. Həmin gün sürücüsünü buraxaraq evə avtobusla gəlir. Yolda isə bir kişinin cibinə girib 3 manat pulunu çıxarır. Hiss edir ki, çoxdan axtardığı ruhi rahatlığı özünə qaytardı. Deməli, çatışmayan bu imiş. Həmin cibgir mənə and içdi ki, keçmiş həmkarı olan həmin iş adamı bundan sonra ayda, 2 aydan bir ictimai nəqliyyatda kiminsə cibinə girib, 1 manat da olsa çıxarır. Nə deyim? Hər adrenalinə olan tələbatını bir formada ödəyir. Hətta mənim təcrübəmdə belə bir məzəli fakt oldu. Tutmaq üçün izlədiyim cibgir elə qurban kimi mənim özümü seçib. Əlində gül dəstəsi tutan 2 cibgirdən biri həmin gülləri çənəmin altına dayayaraq fikrimi yayındırmağa çalışır,
Digər isə bundan istifadə edib cibimə girməyə cəhd edirdi. Təbii ki, müxtəlif hərəkətlərlə buna imkan vermədim. Diqqətini məndən yayındırıb başqa birinə yönəltməsinə şərait yaratdım və bir qadının çantasından pul qabını çıxararkən onu yaxaladım. İndi qaydaq cibgirin əlindəki gül dəstəsinə. Elə bilməyin ki, yayındırıcı element kimi istifadə etmək üçün cibgirlər pul xərcləyib gül dəstəsi alırlar. Əsla yox. Səliqə ilə bükülmüş həmin güllər şəhərin xristian qəbirstanlığındakı məzarlardan birinin üzərindən götürülmüşdü və bir qədər də solğun idilər. Əlbəttə, pis düşünülməyib. Əlində gül dəstəsi tutan birisi ətrafdakılarda daha çox etimad doğurur və onun cibgir olması heç bir halda adi vətəndaşın ağlına belə gəlməz. Demək ki, istəmirəm ki, ictimai nəqliyyatda əlində gül dəstəsi tutan hər kəsdən şübhələnin. Ancaq əgər bu güllər solğundursa və xüsusilə güya basapasta üzbəüz dayanaraq onun ciddi cəhdlə çənənizin altına dayayırlarsa, o gülləri iyləməkdən vaz keçin. Axır ki, gəlib çatdım ofisimə. Ofisin qapısı açıq idi. Mexaniki olaraq saata baxdım. Ona 25 dəqiqə qalırdı. Adəti üzrə saat 9-da işə gələn Layiqə kompüter masası arxasında oturmuş, qarşısındakı pürrəngi çay buğlanırdı. Çayın olduqca gözəl ətri hər yanı bürümüşdü. Qəribə idi. Yenə qız belə ətirli çay dəmləyib. Məni görəndə ayağa qalxıb salamlaşan Layiqə, qonağınız var, Bəxtiyar müəllim, mətbəxdə sizi gözləyir, deyib yenidən oturdu. Qonağın niyə mətbəxdə gözləməsindən və Layiqənin bir qədər çaşqın baxışlarından heç nə anlamadan mətbəxə keçdim. Gülü? Hə, gülü. Nəsə olub? Onu mən səndən soruşmağa gəlmişəm. Dünən axşamdan telefonuna zəng çatmır. Bugün səhərdə neçə dəfə yığmışam. Gülünün məzəmmət dolu səsini qəhər əvəzlədi. Doğrudan da məhəllə uşaqları ilə yeyib içməyə oturanda telefonu söndürüb evə atmışdım. Səhər də elə bir zəng gözləmədiyim üçün olduğu kimi cibimə qoymuş, işə salmağı lazım bilməmişdim. Bağışla, axşam məclisdə idim. Ona görə də söndürmüşdüm. Gülü yaxınlaşıb məni qucaqladı. Başını sinəmə söykədi. Axı bilirsən, işin elə işdir ki, həmişə gözüm yolda qalır. Daim səndən nigaranam. Heç olmasa telefonunu söndürmə. Bu gecə nigarançılıqdan gözümə yuxu getməyib. Əlimi onun saçlarında gəzdirdim. Olduqca mülayim, hətta uşaq kimi xasiyyəti olan Gülü ilə həyatımda heç bir qadında görə bilmədiyim bir rahatlıq tapmış, onunla olarkən sanki bütün vücudumla dincəldiyimi hiss edirdim. Məni də tamam islatdın ki, bu nədir? Tez çıxar görüm. Bunları vay, su içindəsən ki, xəstələnməsən yaxşıdır. Bunları deyə-deyə Gülü əvvəl kepkamı, sonra gödəkçəmi çıxarıb asılqana keçirdi. Sonra da köynəyimin düymələrini açmağa başladı. Köynəyi niyə? Bu da azca nəm çəkib. Elə zəng vururdum ki, deyim paltarların hazırdır. İndi də gələndə fikirləşdim ki, dəyişəyin olmaz. Bir-iki köynək gətirmişəm. Köynəyimi çıxaran Güllü, bu qolun niyə belə qızarıb? Deyə təəccüblə mənə baxdı. İstehsalat zədəsidir, zarafatla cavab verdim. Boş şeydir, keçib gedər. Gülü yuyub səliqə ilə ütülədiyi köynəklərdən birini əynimə geyindirdi. Bu qadını mənə ən çox sevdirən cəhəti olduqca qayğıkeş olması idi. İndi də əynimə keçirdiyi köynəyimi düymələyə, əllərini yu, sənə bir çay dəmləmişəm ki, ən azı 3 stəkan içəcəksən, dedi. Yuxudan duranda hiss etdiyim susuzluq hələ də keçməmişdi. Bu qadını həyatıma Allah sanki bir mələk kimi göndərmişdi və əlbəttə ki, belə gözəl ətri olan çayı ancaq Gülü dəmləyə bilərdi. Əllərimi yuyub mətbəxə qayıtdım. Ofisin yerini bilsə də heç zaman burada olmamış. Bugün ilk dəfə gələn Gülü sanki dəfələrlə burada çay süfrəsi açmış kimi qonaqlar üçün nəzərdə tutulan, özümüzün istifadə etmədiyimiz çay servisini haradansa eşələyib çıxarmış, gətirdiyi şirniyyatlılardan gözəl bir süfrə açmışdı. Birinci stəkanı bir göz qırpımla içdim. Doğrudan da gözəl çay imiş. Bu nə çaydır belə? May çayıdır, Astaradan gəlib. Çayın mayda açan çiçəklərindən yığılıb. May çayı heç eşitməmişəm. Hə, may balı kimi may çayı da var. Gülü zarafatla burnumun ucuna toxundu.
İç, yüz eşitməkdənsə bir görmək yaxşıdır. Mən mətbəxin açıq qapısından ofisə tərəf boylandım. Narahat olma, Layiqə xanıma şirniyyat təklif etmişəm. İstəmədi, dedi elə çay içəcək. Aha, artıq xanımlar tanış olublarmış. Hə, onda birini də süz. Artıq ikinci stəkanı da boşaltmışdım, amma nədənsə doymaq bilmirdim. Gördün, dedim ən azı 3 stəkan içəcəksən. Cülü əlindəki stəkanı qabağıma qoydu. Qonşum var, bəyim xanım. Gəlinləri Astaradandır axı. Onlar satırdılar. 1 kilo da mən aldım. Az almısan. Axşam soruş qalıbsa yenə al. Çox bəyəndim. Yaxşı, soruşaram. Bu yağış sizə nəyisə xatırlatmırmı, cənab dedektiv? Sizə nəyisə xatırladırsa, deyin Gülanə xanım. Mənə həsr etdiyiniz şeir də yağışla başlayır. Unutmusunuz? O şeiri çox sevirdim. Bəlkə də o olmasaydı sizinlə münasibətimizə razılıq verməyəcəkdim. Sözlərini xatırlayırsanmı? Elə şey olar. İstəyirsən, əzbərdən deyim. Hələ bir də görək. Özünə həsr olunmuş şeiri Gülanənin özündən eşitmək maraqlı olardı. Gülanə aramla şeiri deməyə başladı. Yağış yağır. Döyəcləyir pəncərənin şüşəsini o yağışın damlaları, mənim gülüm. İstədim ki, mən yağış yox, şüşə olum pəncərəndə. Gecə gündüz qoy döyülüm damlalarla, təki hər gün səni görüm. Sən açanda pəncərəni, həsrətində olduğum o əllərinlə sığallanım. Çöldə əsən bir xəfif mey saçlarını sığallasın, sonra dönüb mənə gəlsin, mən ətrindən xumarlanım. Baxım sənə həsrət dolu baxışlarla, uzandıqca yatağında, zəif lampa işığında. Səhərləri o dağınıq saçlarından, bu yaralı ürəyimə sevgi axsın, sən bilmədən. Öpüm sənin saçlarından, sən görmədən. Nə deyim mən? Bəlkə bir gün boylananda pəncərədən, bütöv şüşə üzərində, şüşə kimi çatlar vermiş ürəyimi görə bildin. Bəlkə onda anlayaraq mənim nələr çəkdiyimi, çox demirəm, öz evinin şüşəsi tək, bəlkə məni sevə bildin. Yağış yağır, döyəcləyir pəncərənin şüşəsini o yağışın damlaları, mənim gülüm. İcazə ver, şüşə olum pəncərəndə, orada qalım, orada ölüm. Doğrudan da şeir Gülanənin dilindən daha maraqlı, daha şirin səsləndi. Əlimi saçlarında gəzdirib, çox sağ ol, dedim. 20 dəqiqə sonra süfrəni yığışdırmış, stəkanları yumuş, kepkamı və gödəkçəmi çırparaq, qurumaları üçün meh işləyən açıq pəncərənin qarşısında qoyduğu stolun başına keçirmiş Gülü, daha gedim, yağış da kəsir, deyib məni yenidən qucaqladı. Axşam gözləyim? Dəqiq bilmirəm, gələ bilsəm əvvəlcədən zəng vurub deyərəm. Yaxşı. Layiqə ilə sağollaşan Gülünü qapıya qədər ötürdüm. O keçmiş Qurbanov, indiki Zivərbəy Əhmədbəyov küçəsindəki avtobus dayanacağına getmək üçün ofisim yerləşən binanın tinini dönüb gözdən itdi. Yağış demək olar ki, kəssə də bir köynəkdə olduğum üçün üşüdüm. Qapını açıb içəri keçdim. Kreslomda oturanda Gülanə ilə ilk tanışlığım yadıma düşdü. Yaxın münasibətdə olduğum elmi tədqiqat institutlarından birində elmi işçi olan bir yoldaşın övladının toyuna dəvət almışdım. Şadlıq evinə daxil olarkən işi gələnləri qarşılamaq olan adam əlindəki siyahıya baxaraq məni bəzədilmiş masalardan birinə qədər müşahidə etdi və toy sahibinin iş yoldaşları ilə bir masada oturacağımı bildirdi. Salamlaşıb keçib boş yerlərin birində oturdum. Birazdan masa doldu. Məndən başqa hamı bir kollektivdə işlədiyi üçün deyib gülür, badə qaldırır, sağlıqlar deyib şənlənir. Mən isə içki də içmədiyim üçün heç nəyə qarışmadan oturduğum yerdə toya tamaşa edirdim. Masamızdakılar hamısı ailəvi gəldikləri üçün cüt-cüt oturduqlarından tək gəldiyi o dəqiqə hiss olunan bir xanım diqqətimi cəlb etmişdi. Bir neçə dəfə baxışlarımız toqquşmuş, tez üzünü çevirməsinə baxmayaraq, bir kişi kimi onda maraq doğurduğumu hiss etmişdim. Məclisin qızğın yerində birdən işıqlar söndü.
və tamada rusların Belaya Tanets adlandırdığı qadınların kişiləri rəqsə dəvət etdiyi rəqs nömrəsini elan etdi. Masamızdakıların hamısı sanki birdən komanda almış kimi ayağa qalxaraq rəqs etməyə getdilər. Masa arxasında bir mən, bir də həmin xanım qaldıq. Yenə də baxışdıq. Sonra yenə də. Üçüncü dəfə baxışlarımız toqquşanda ikimizi də elə bir gülmək tutdu ki, artıq bunu sözlə ifadə etmək mümkün deyildi. Daha heç nə gözləmədən ayağa qalxıb xanımı rəqsə dəvət etdi. Məmnuniyyətlə dəvətimi qəbul etdi. Alaqaranlıq rəqs meydançasında rəqs edənlərə qoşulanda hələ bilmirdim ki, uzun tənhalıqdan sonra həyatıma daxil olacaq bir mələklə rəqs edirəm. Sonradan öyrəndim ki, Gülanə həmin institutda kiçik elmi işçi kimi çalışır. 20 yaşında ailə həyatı qurmuş, 8 ildən sonra uşaqları olmadığı üçün qarşılıqlı razılıq əsasında həyat yoldaşı ilə ayrılmışdılar. Ayrılarkən 4 otaqlı mənzillərini 2 ədəd 2 otaqlı mənzilə dəyişmiş və son 7 il 2-ci mikrorayonda yerləşən 2 otaqlı mənzilində tək yaşayırdı. Toydan sonra evə qədər ötürməyimə razılıq verməyən Gülanə xanım bir neçə gündən sonra işdən çıxarkən institutun qarşısında əlimdə gül dəstəsi ilə gözlədiyimi görəndə bu dəfə onu ötürməyimə etiraz edə bilmədi. Yol üstü bir fincan qəhvə içmək üçün dəvət etdiyim kafedə ona həsr etdiyim az əvvəlki şeiri dinləməsini xahiş etdim. Təəccüblə mənə baxıb, maraqlıdır, buyurun, desə də, gözlərindən mənə inanmadığını və indi ona haradansa çırpışdırdığım bir şeiri oxuyacağımı düşündüyünü başa düşdüm. Bu fikirdən onu tez daşandıra biləcəyimə əmin olduğum üçün romantik görkəm alıb gözlərinin içinə baxdım və şeiri dedim. Şeir bitəndə daha da maraqla mənə baxıb, əgər doğrudan da bu şeiri özünüz yazmısınızsa, mən fikirləşərəm, deyib gülümsədi. Şeiri doğrudan da özüm yazmışdım və onu həsr etmişdim. Yaxın günlərdə yenidən kofe içmək təklifimdən imtina etməsiniz. Əvvəllər yazdığım şeirləri də dinləyər və yalan danışmadığıma əmin ola bilərsiniz, deyib mən də gülümsədim. Sonra isə tək yaşadığımı, xoşuma gəldiyini, fikrimin ciddi olduğunu ona bildirdim və düz 4 aydan sonra təklifimi qəbul etdiyini bildirdi. Bu müddətdə mütəmadi ünsiyyətdə olmağımız, bir-birimizi daha yaxından tanımağımız ona qərar qəbul etməsinə kömək etdi. Rəsmi nicaha girməsək də, şəriətlə kəbin kəstirməyin vacibliyində ikimiz də yekdilli idik. Kişilər, əgər həqiqətən xoşunuza gələn bir xanım varsa və onun qəlbini fəth etmək istəyirsinizsə, ona qarşı bir qədər diqqətli olmaq və hərdən gül bağışlamaq yetər. Şeiri isə yalnız bir halda oxuyun. Əgər onu özünüz yazmısınızsa və həmin xanıma həsr etmisinizsə, yoxsa başqasının sözünü başqasına demək qadınlarda hər hansı təəssürat yaratmayacaq. Sonra isə ilk dəfə Gülanənin evində qaldım. Gəlişmə yüngül bir qəlyanaltı süfrəsi hazırlasa da, bu süfrədə cəmi 15 dəqiqə oturmağa səbrimiz çatdı. Onu qollarıma alıb yataq otağına apardım. Çarpayıya uzadıb öpməyə başladım. Tənha, təcrübəli bir kişi ilə 7 il tək yaşamış bir qadının sevişməsini təsəvvür etmək üçün necə bir fantaziya lazımdır. Həmişə sakit, nəzərimdə nədənsə uşağı xatırladan gülü, özü məni əynimdə son paltarıma qədər soyundurdu. Sonra isə öz paltarlarını çıxardaraq yerə atdı. Bir qadında nə qədər ehtiras yığılarmış. Kişi ilə olmağın çoxdan unutduğu həzzini gözlərini yumaraq yaşayır, tez-tez nəfəs alır. Qulağıma yenə də istəyirəm pıçıldayırdı. Qaranlıqda fosfor kimi parıldayan gözəl, möhkəm bədəni, qulağıma dediyi sözlər məni daha da coşdurur, ondan doya bilmirdim. Həmin gecə yalnız səhərə yaxın yuxuya getdik. Yuxuya gedərkən mən tək yatmağa öyrəşmişəm, deyərək nazla yorğanına bürünən gülü göz vurub üzünü çevirdi. Necə xoşbəxt olduğu sökülməkdə olan dan yerinin pəncərəsindən, üzünə düşən şəfəqlərindən simasında aydın oxunurdu. Mən də tək yatmağa öyrəşmişdim. Bu vərdişimizi ikimiz də özümüzdə saxladıq sonrakı gecələrimizdə. Günü gündən daha yaxın olsaq da yuxuya gedərkən tək yatmaq vərdişini. Uzun illərin tənhalığının ikimizin də xarakterinə möhür vurduğu vərdişi.
Bircə yaşadığımız müddətdə nə qədər oxşar cəhətlərimiz olduğunu kəşf etmiş, oxşar olmayan cəhətlərimizə isə hörmətlə yanaşmışdıq. Bircə həyata başlasaq da, hərə öz əvvəlki mənzilində yaşamağa davam etmişdi. Mütəmadi olaraq Gülanənin evində görüşür, onun bişirdiklərindən yeyir, bəzi işlərində kömək edir, hərdən gecəni qalır, hərdən isə evimə qayıdırdım. Təkcə bütün bayramları mütləq qaydada birlikdə keçirirdik. Bir də Gülünün tələbi ilə qardırobumun tən yarısını onlara daşımış və artıq paltar yumaq, ütüləmək kimi bir problemim yox idi. Mənim evimə isə heç vaxt gətirməmişdim onu. Köhnə ənənələri hələ də yaşadan məhəlləmizdə məni düz başa düşməzdilər. Daxili işlər orqanlarından öz arzumla xaric olandan sonra isə sərbəst vaxtım çox olduğu üçün daha tez-tez görüşür, bəzən isə həftə sonlarını müxtəlif rayonlarda, təbiət qoynunda keçirirdik. Belə səfərlərin birində Gülü ilk dəfə niyə indiyədək evlənmədiyim barədə sual vermişdi. Gec-tez bunu soruşacağını bilirdim. Bu mövzunu sevməsəm də hər şey olduğu kimi danışdım ona. Qısa danışdım. Hələ məktəb illərindən bir qızla bir-birimizi sevdiyimizi, ancaq ailə qura bilmədiyimizi dedim. Anası iki ayağını bir başmağa dirədi ki, mümkün olan iş deyil. Qızı qardaşım oğluna söz vermişəm, qurtardı getdi. Güya göbək kəstiymişlər. Maraqlı adətdir. Bələkdəki uşaqların yerinə gələcək həyatları barədə qərar vermək. Daha evlənmək haqqında düşünmədim heç vaxt. Bəlkə elə Gülü ilə də ailə deyil. Bu cür münasibət qurmağımın səbəbi bu idi. İndi Tatarın verdiyi məlumatı dəqiqləşdirməli idim. Bir neçə telefon zəngi edərək bəzi adamlarla danışdım. Lazım olan şeyləri dedikdən sonra dəstəyi asıb layiqəyə baxdım. Bu günə nəyimiz var? Bu günə yaxşı çayımız var, başqa heç nə. İki başlı cavabı bir qədər də sərt səsləndi. Şəxsi həyatıma heç kəsi yaxın buraxmadığıma görə, Layiqə Güllü haqqında heç nə bilmir. Yalnız daima təmiz və ütülü olan paltarlarımdan həyatımda kiminsə olmasına ehtimal edirdi. Bu gün bu ehtimallar çox şirin bir qadın simasında ofisə gələrək özünü tam şəkildə doğrultmuş və gözlənilmədiyim halda Layiqədə qısqanclıq hisslərinin baş qaldırmasına səbəb olmuşdu. Axı Layiqə məni niyə kiməsə qısqanmalıydı? Bəlkə ofisdə tək kişi və tək qadın olduğumuzdan, özünü buranın tək xanımı hesab etməyə alışmış Layiqə bu səhər Güllünün gəlişini, buradakı sərbəstliyini, mənə daha məhrəm olmasını həzm edə bilməmişdi. Yəqin ki, belədir. Qadın psixologiyasından heç qadınlar özləri də baş açmırsa, daha bundan o tərəfə getməyək. Yaxşı, indi ki, çaydan başqa bir işimiz yoxdur, çay isə içmişik, ona mən çıxım. Sizi gözləyim? Deyə bilmərəm. Soruşan olsa zəng vur. Baş üstə, Bəxtiyar müəllim. Ofisdən çıxıb sola, 5 mərtəbə tərəfə getməyə başladım. Yağış demək olar ki, kəsmişdi. Adamlar bugün səhər olduğu kimi islanmamaq üçün nə sürətlə getmir, nə də daldalanmağa yer axtarmırdılar. Əksinə, sanki hamı güclü yağışdan sonra şəhərə xas olmayan, təmiz havadan zövq alır, ara sıra üzlərinə düşən seyrək yağış damlalarına əhəmiyyət vermirdilər. Dram teatrının qarşısındakı kiçik parkda dayandım. Skamyalar hamısı yaş olduğu üçün oturmaq mümkün deyildi. Mənsə hələ düz 20 dəqiqə burada var-gəl etməli. Həmin zaman kəsiğində lazım olan adam gəlib çıxmazsa, yenidən eyni vaxtda bura gəlmək üçün növbəti həftənin bu gününü gözləməli idim. Gözlədiyim adam tum satan idi. Təəccüblənməyin, mənə lazım olan məlumatlar bu tum satan vasitəsilə onun satdığı Beloçka tum paketinin içində mənə göndərilir. Əvvəlcədən seçilməməsi üçün yumurlayaraq əlimdə tutduğum 50 manatlıq əskenazı güya 1 manat ödəyərək tum alırmış kimi ona verir. Mənə çatacaq, içərisində məlumat yazılmış kağız parçası olan tum paketini və güya 1 manatlıqdan qalan 60 qəpik qalığı alıb uzaqlaşırdım. Beləliklə həm məlumat almış olurdum, həm də pulunu ödəyirdim. Əgər təyin olunmuş vaxtda tum satan gəlmirsə, demək həftə ərzində maraq doğuran heç bir məlumat olmamışdır.
Bu səbəbdən hər həftənin eyni günündə və saatında bura gəlməli idim. Bu vəziyyət sizə hansısa kəşfiyyat oyununu xatırladırsa, səbəbini deyim. Çox illər əvvəl, vaxtilə mənim hami tərbiyəçim və müəllimim, sonradan isə rəisim olmuş, əməliyyat işinin əlifbasını mənə öyrədən polkovnik Arif Dadaşzadə təqaüdə yollanarkən məni kabinetinə çağırıb təklikdə belə bir söhbət edir. Bəxtiyar, bilirsən ki, həyatımı həsr etdiyim bu yolda az çətinliklərim olmayıb. Bu çətin və şərəfli yolda çox uğurlar qazanmış, necə qatı cinayətkarları zərərsizləşdirmiş, böyük təcrübəyə yiyələnmişəm və böyük zəhmət hesabına uzun illər yaratdığım agentura şəbəkəsinin təqaüdə getməyimlə bir anda dağılmasını istəmirəm. Əldə etdiklərimin məndən sonra da həm peşəmizə, həm də xalqımızın əmin-amanlığına xidmət etməsini istəyirəm. Səni ilk gündən öz balam kimi çox istədim və yaxşı əməliyyatçı olacağım barədə zənnimdə yanılmadım. Ona görə də sənə ən qiymətli, inanılmış şəxsimi miras qoyuram. Bir şərtlə, sən onun kimliyini heç vaxt bilməyəcəksən. Yalnız dediyim yerdə və vaxtda onun təklif etdiyi qaydada verdiyi məlumatları sənə çatdıracaqlar. Bax, elə bu səbəbdən. Mənə bir qədər avantüralı görünsə də, bu təklif olunan qayda ilə razılaşmalı oldum. Şərtləri mən təyin etmirdim. Bu söhbətdən az sonra Tumsatan vasitəsilə həmin şəxsin verdiyi ilk məlumatı alarkən həqiqətən də onun necə qiymətli bir agent olduğunu başa düşdüm. Ancaq kimliyi mənə indiyədək sir qalan o adam haqqında heç vaxt maraqlanmadım və nəsə öyrənməyə də cəhd etmədim. Təkcə öz məntiqi təhlillərim əsasında belə qənaətə gəldim ki, o kimdirsə, cinayətkar aləmdə nüfuz sahibi və müəyyən dairələrə girişi olan biridir. Heç bir şeyə ehtiyacı yoxdur. Hüquq mühafizə orqanları ilə maddi maraq naminə deyil, ideya naminə əməkdaşlıq edir və bunun üçün onun özünün hansısa motivləri vardır. Tumsatana verdiyim 50 manat isə yəqin ki, elə uzun illər onun xidmətində dayanan, İlk dəfə görərkən kriminal keçmişi olmasına şübhə etmədiyim Tumsatanın zəhmət haqqıdır. Çünki polisdə işlədiyim müddətdə onun verdiyi bir neçə məlumatın dəyəri mənim fikrimcə 10 minlərlə manatdan da qiymətli idi. Və bu məlumatlar əsasında neçə qatı cinayətin üstü açılarkən onun niyə kölgədə qalmaq istəməsini başa düşmüşdüm. Əks tədqirdə kim olmasından asılı olmayaraq, ən yaxşı halda onun meyidi belə ələ gəlməzdi. Onu da başa düşmüşdüm ki, şəbəkədə olan digər inanılmış şəxslərdən fərqli olaraq, məni məlumatlandıran şəxs barədə heç bir kartotekada heç bir qeyd yoxdur və polkovnik Dadaşzadədən başqa onun varlığı belə heç kimə bəlli deyil. Hər halda bu vəziyyət mənə sərf edirdi və müəllimdən də fərqli olaraq, yaş həddi ilə deyil, öz arzumla polis sıralarından xaric olaraq dediktiv fəaliyyəti ilə məşğul olduğum üçün onun xidmətindən istifadə etməkdə davam edirdim. Hələ 10 dəqiqəm var idi, Tumsatan görünmürdü. Ola bilər ki, bu dəfə heç gəlməyəcəkdi. Hiss etdirmədən ətrafı bir daha gözdən keçirdim. Yaxınlıqda baş verənlərin ən xırda detallarına qədər nəzərdən keçirsəm də, şübhəli heç bir şey aşkar etmədim. Şübhə doğuran bir hal olsaydı, peşəkar nəzərimdən qaçmayacağına əmin idim. Məhz illərlə işləyən və cilalanan vərdişlər peşəkarlıq adlanır. Ona görə də peşəkarlıq bir günə, bir aya, bir ilə yarana bilməz. Milis məktəbində oxuyarkən kəsildiyim ilk imtahan yadıma düşdü. Nə qədər qəribə olsa da, tək-tək dəvət olunduğumuz imtahan otağına daxil olarkən, orada heç kimin olmadığını gördüm. Ətrafa baxaraq nə baş verdiyini anlamağa çalışarkən, haradansa mikrofondan gələn səs məni otaqdakı digər qapıdan keçməyə çağırdı. Girdiyim qapı ilə üzbəüzdəki qapını açıb içəri keçdim. Böyük otaqda masanın arxasında imtahan komissiyasının üzvləri oturmuşdular. Yaxınlaşıb özümü təqdim etdim. Adətən bundan sonra bilet çəkmək təklif olunurdu. Lakin bu dəfə stolun üzərində imtahan biletləri görünmürdü. Müəllimlərdən biri üzünü mənə tutub dedi.
Müdavim Nəzirli, zəhmət olmasa deyin, bir qədər əvvəl keçərək gəldiyiniz otaqda hansı əşyalar var idi? Bəli, yaman yerdə axşamladıq. Təbii ki, belə bir suala hazır olmadığım üçün otağın divarlarına çəkilmiş boyanın rəngindən başqa heç bir şey xatırlaya bilmədim. Və imtahandan içə alaraq suyum süzülə-süzülə müəllimlərin göstərdiyi binanın bir başqa dəhlizinə açılan qapıdan bayıra çıxdım. Dəhlizdə dayanmış növbəti müdavim imtahan bitənədək kurs yoldaşlarımın toplandığı dəhlizə qayıtmağın qadağan olması barədə məni xəbərdar etdi. Sonradan bildim ki, həmin imtahandan kursumuzun yalnız bir müdavimi zorla 3 qiyməti alıb. O da digərlərinə nisbətən bir neçə əşyanın sadalanması müəllim heyəti tərəfindən nəzərə alınmaqla güzəşt qaydasında. Növbəti gün isə auditoriyaya daxil olan müəllimimiz, Polkovnik Viktor Nikolayeviç Grinko, bütün dərsi məhz bu imtahan ətrafında diskusiyalara həss edərək, milis zabiti üçün son dərəcə diqqətli olmağın, ətrafda baş verənləri nəzərdən qaçırmamağın və yadda saxlamağın nə qədər əhəmiyyətli olması barədə bizə uzun mühazirə oxudu. İlk baxışdan əhəmiyyətsiz görünən xırda detalların əməliyyat axtarış işində necə fayda verə biləcəyini dəfələrlə vurğulayaraq, məhz xırda detallar vasitəsilə açılmış, dərsliklərdə olmayan bir neçə cinayət hadisəsi barədə danışdı. Mənə isə üzünü tutaraq, sizinki soyadınız Nəzirlidir. Səhv etmirəmsə, bu Azərbaycan dilində diqqətli olmaq mənasını verir. Siz niyə 2 qiymət almısınız? Deyə bütün auditoriyanı güldürdü. Həmin imtahandan sonra hamımız yaxın zaman kəsiki düzəltmək üçün eyni tərzdə imtahan götürüləcəyini düşünərək hər bir getdiyimiz yerdə diqqətimizi ətrafdakı əşyalara yönəltməklə məşq edir, bir-birimizə sual verir, bir növ özümüzü imtahana hazırlayırdıq. Lakin aylar keçsə də həmin imtahan yada düşmədi və bir çox müdavimlər ilk günlər onlara maraqlı olan bu məşğuliyyəti kənara qoyub sonradan tamam unutdular. İmtahan isə nə az nə çox, düz 6 aydan sonra bir qədər fərqli formada təkrarlandı və Polkovnik Grinkonun nəsihətlərini unudanlar hamısı yenidən həmin imtahandan 2 qiyməti aldılar. Həmin imtahanda mən suallara ardıcıl cavab verərkən, növbəti sualı gözləyərkən müəllimlərdən biri, bir sualım var, ona cavab verə bilsəniz sizə 5 qiyməti yazılacaq, deyərək gözümün içinə baxdı. Susub sualı gözlədim. Zəhmət olmasa deyin, Nəzərli, geriyə baxmadan hal-hazırda olduğunuz otaqda sizdən arxa tərəfdəki divardan asılmış saatın, saniyə ölçəni haqqında nə deyə bilərsiniz? 30 saniyə vaxtınız var. İmtahan otağına daxil olarkən imtahan komissiyasının üzvləri qapı ilə üzbəyüzdə qoyulmuş masanın arxasında oturduqları üçün arxa divara baxmaq imkanım olmamışdı. Yəqin ki, bunu müəllimlər də bilirdilər. Görmədiyim saatın saniyə ölçəni haqqında nə deyə bilərdim ki? Bəs onda bu sualı verməkdə məqsəd nə idi? Saniyələr gedirdi. 10 saniyə, 5 saniyə. Niyə axı saniyə ölçən? Bəlkə məntiq. Elədirsə onda məntiq nə deyir? 20 saniyə. Pedaqoq heyətinin hamısı diqqətlə mənə baxırdılar. 25 saniyə. Və birdən sualın cavabını tapdım. O divarda saat yoxdur. Müəllimlər bir anlıq baxışdılar. Afərin Nəzərli, 5 qiymətini alırsınız. Bir sual dedikdə illərin təcrübəsinə malik olan müəllimlər ikinci suala ehtiyac olmayacağını əvvəlcədən bilirdilər. Bütün hallarda. Belə ki, ya mən cavabı tapıb 4 qiyməti alırdım, ya da cavabı tapacağım tədqirdə necə tapdığım onlara məlum idi. Yeraltı keçidin pilləkənləri ilə qalxan Tumsatan parkın kənarında əkilmiş zeytun ağacının altında dayandı. Tum paketlərini qoyduğu torbanı qucağına alıb sakitcə müştəri gözləməyə başladı. Tələsmirdim. Bürmələdiyim 50-liyi ovucumda sıxıb ona yaxınlaşdım. Qardaş, mənə bir 40 qəpiklik qara beloçka ver. Buyur, əmi oğlu, deyib tum paketini mənə verdi və 50-liyi alıb cibinə qoyandan sonra o biri cibindən 60 qəpik xırda pul çıxardıb mənə uzatdı. Bazar olsun,
deyib uzaqlaşdım. Əvvəllər Bakıda 1001 xırdavat kimi tanınan mağazanın yerində yerləşən 5 qazan restoranının yanından keçib Nizami metrosuna tərəf üz tutdum. Ofisə girən kimi ilk işim yerimə keçib tum paketini açmaq oldu. Məlumat yazılmış vərəq həmişəki kimi nazik rulon kimi bükülərək paketin yan büküş yerində açılmış dəlikdən içəri salınmışdı. Dəliyi yalnız diqqətlə baxan da görmək mümkün idi. Bəxtiyar müəllim, yenə də simiçka almısınız? Siz ki onu çırtlamırsınız. Neçəsi ağzı açılsa da mətbəxdə toxunulmamış qalıb. Layiqə təəccüblə mənə baxdı. Hə, vericə bu çatmırdı. Sonuncu dəfə 3 həftə əvvəl məlumat aldığım üçün Layiqənin həmin tum paketini çoxdan tulladığını düşünmüşdüm. O isə hələ əvvəlkilərini də saxlayıbmış. Bu qız da deyəsən axırda dediktiv olacaq. Ürəyim istədi nəsə, o birilərinin qaldığını bilsəydim almazdım. Deyib, indi gərək bu tumun ən azı yarısını çıtılayım. Fikri ilə Layiqəyə hiss etdirmədən tum paketindən çıxardığım bürmə kağızı açdım. Kağızda bircə cümlə yazılmışdı. Kaftar ova çıxıb. Bəli, bu da qocanın şəhərdə olmağının ikinci təsdiqi. Deməli, Tatarın verdiyi məlumata şübhə qalmırdı. Qocanın bir ləqəbi də Kaftar idi və bu məlumatda söhbət məhz ondan gedirdi. Özü də tək şəhərdə olması yox, ova çıxması barədə. Bu isə çox ciddi siqnal idi. El arasında görəşən də deyilən Kaftar, ləqəbli bu cinayətkarın ovunun nə olduğunu ancaq onun barəsində məlumatı olan çox az adam bilirdi. Bu barmaqla sayıla biləcək adamlardan biri də mən idim. Kaftar ləqəbi ona qoca ləqəbindən də əvvəl verilmişdi. Yırtıcı, görəşən xislətinə görə. El arasında yayılmış qoca Kaftar ifadəsindən qaynaqlanaraq sonradan qoca ləqəbi də ona yapışsa da, heç kim indiyədək bu iki ləqəbi birlikdə onun üzünə deməyə cəsarət etməmişdi. Əməliyyat marağı doğuran şəxs kimi çoxdan diqqət mərkəzinə düşsə də, olduqca gizli həyat tərzi yaşayan bu adam haqqında əməliyyat aparatı o qədər də çox məlumata malik olmadığından, sonra isə uzun illər ölkəni tərk etdiyindən o demək olar ki, unudulmuşdu. Bununla belə, foto şəkli və barəsində toplanılmış, birbaşa təsdiqlənməməsi mümkün olmayan cüzi məlumatlar xüsusi bazada saxlanılırdı. Kağızı xırda tikələrə bölüb hamamxanaya keçdim. Unitaza atıb suyu buraxdım. Kiçik kağız parçaları unitazın çənindən axan suyun yaratdığı burulğanda dövrə vurub gözdən etdi. Əllərimi yuyub otağa qayıtdım. Layiqə televizora baxırdım. Gözucu ekrana baxdım. Ağdağ natural cips suvağının reklamı gedirdi. Mən evimi Ağdağla suvayacağam. Ailəm də sağlam olacaq, mən də. Bəh, bu reklama baxandan sonra respublikadakı bütün xəstəxana və əcazxanaları bağlayıb, yerində Ağdağ natural cips suvağının zavodlarını tikdirmək istəyirsən. Görürsən bu cips suvağının istehsalatçıları nə əcəb indiyədək Səhiyyə Nazirliyindən lisenziya alıb sağlam qalmaq üçün Ağdağı toz və həb şəklində də qəbul etməyi vətəndaşlara təklif etməyiblər. Sənayemizin bu qabaqcıl istehsalatçısını daha yaxşı reklam etmək olardı. Yenidən keçib yerimdə oturub fikrə getdim. Əslində əlimdə elə çox məlumat da yox idi. Qocanın şəhərdə olması və bununla bağlı zəng edərək dəqiqləşdirdiyim bəzi şeylər. Təbii ki, telefonda yalnız mənə və zəng etdiyim adamlara məlum olan ifadələrlə danışmışdıq və kənar qulaqlar üçün bu, bir-birini çoxdan görməyən köhnə dostların söhbətini xatırladırdı. Hansısa mülahizə yürütmək üçün bunlar kifayət etmirdi. Qocanın şəhərdə olması, hətta hansısa cinayət törətməsi müstəqil dediktiv kimi mənim üzərimə hər hansı məsuliyyət qoymurdu. Lakin hüquq mühafizə orqanlarının keçmiş əməkdaşı olmur. İstənilən halda baş verənlər haqqında məlumatlığın nə qədər vacib olduğunu bildiyim üçün bu məlumatı qulaq ardına vurmaq istəmirdim. Xüsusilə onun ova çıxmasını bildikdən sonra. Çünki bu hansısa günahsız insanın və ya insanların fəlakəti anlamına gəlirdi və buna göz yuma bilməzdim.
Ancaq hələlik hər şey zamana buraxmaqdan başqa çarəm yox idi. Sizi isə deyəsən intizarda qoydum. İmtahandan son sualın cavabını necə tapdığımı sizə deyim. Sualdan saniyə ölçən barədə soruşanlar əsas yayındırıcı məqam idi. Niyə saat özü yox, saat ölçəni? Bu psixoloji gediş idi. Saniyə ölçənin necə olması artıq 100% saatın divarda asılması fikrini yaradaraq cavab verənin bütün fikrini ancaq saniyə ölçənə yönəldirdi. Onun nə rəngdə olması, işləyib işləməməsi, xarabdırsa hansı rəqəmin üzərində dayanmasını götür-qoy edən şəxsin fikirləri əsas istiqamətdən yayınır. Verilmiş 30 saniyə elə əvvəldən yanlış şeylərə sərf olunurdu. Bunu başa düşən kimi dərhal indiyə qədər olduğum dərs və imtahanlar otaqlarını bir-bir yadıma saldım. Onların heç birində heç vaxt divar saatı görmədiyim dəqiq idi. Bu dediklərimə bilirsinizmi nəyi əlavə etdim? Deyim bilin. Sualın cavabına 30 saniyə vaxt verən müəllimlər hamısı bu müddət ərzində diqqətlə mənə baxmış. Heç biri bir dəfə də olsun sual obyekti olan mənim arxa tərəfimdə, onlarla isə üzbəüzdə, güya divardan asılmış saata tərəf baxmadılar. Nə qədər peşəkar olsalar da ən azı onlardan birinin nəzərləri bu 30 saniyə ərzində ötəri də olsa o istiqamətə, sualın predmeti olan həmin saata yönəlməli idi. Ancaq bunu etmədilər. Olmayan bir şeyin nəyinə baxacaqdılar ki? Onlardan biri qol saatına baxaraq vaxtın bitdiyini bildirəndə mən artıq sualın cavabını tapmışdım. İmtahanın eyni ilə təkrarlanmaması üçün müəllimlər bu dəfə imtahan otağına gələrkən keçdiyim dəhlizdəki əşyalar haqqında suallarla bir qədər də məntiqi suallar əlavə etmişdilər. Bu peşəkarların yetişdirilməsi düsturunun əlifbası idi. Qeyri-adi müşahidə qabiliyyəti, yaddaşı olan və məntiqi mülahizə yürütmək bacarığına malik müdavim təhsil illərində aldığı nəzəri və xidmət illərində topladığı təcrübə biliklərin vəhdəti nəticəsində neçə illər sonra peşəkar adlandırmaq hüququ qazanmışdı. Hər əməkdaşa müəssər olmayan hüququ və uzun illərdən sonra bu hüququ qazanarkən, indi sizlərə danışdığım epizodla bağlı bir həqiqəti də anladım. Komissiya üzvlərinin güya divardan asılmış saat tərəfə deyil, məhz nümayişkaranə şəkildə diqqətlə mənə baxışları verilmiş sualın cavabında elə əsas açar imiş. Mən isə heç vaxt görmədiyim bir saat haqqında verilmiş sualın cavabında bu yolla mənə qəsdən ipucu verərək məntiqi düşüncə tərzimi yoxlayan pedaqoqlardan güya kiçik bir səhv tutduğumu düşünərək cavanlığa xas olan necə bir müştəhbehliyə yol vermişdim. Mənim müdrik müəllimlərim. Qaranlıq həyətdə 2 nəfər söhbət edirdi. Onlar söhbət üçün həyətin elə bir yerini seçmişdilər ki, gecənin bu saatında yaxınlıqdan keçən tək-tük bina sakinləri pəncərədən düşən zəif işıqda onların sifətlərini görmür, yalnız siluetlərini seçə bilirdilər. Onlar isə dayandıqları yerdən bütün həyəti müşahidə edir, söhbətlərinin heç kimin eşitməməsi üçün pıçıltı ilə danışsalar da, yaxınlıqdan keçən olarsa söhbətə ara verirdilər. Söhbət edənlərdən birinin sivri burnu, qalın qaşları altından baxan xırda zəhimli gözləri, qalın dodaqları var idi. Hündür boylu və cantaq bədənli olması bu adamın zəhmini daha da artırırdı. Yanaqlarında olan iki şaqüli qırış, onsuz da qorxunc olan çopur sifətini daha da eybəcərləşdirirdi. O qarşısındakı həmsöhbətindən nə isə soruşur, onun verdiyi cavabları sakitcə dinləyərək növbəti sualını verirdi. Aldığı cavablara heç bir münasibət bildirməməsi, ondan qorxduğu aşkar hiss olunan həmsöhbətinin həyəcanını daha da artırır, aldığı tapşırıqla bağlı verdiyi sualların bu zəhmli adamı nə dərəcədə qane edib etməməsini müəyyən edə bilmədiyi üçün danışdıqca qorxudan səsi titrəyirdi. Bəstə boylu və olduqca şişman olan ikinci adam birincinin tam əksi idi. Danışdıqca tez-tez ətrafa boylanması və havanın sərin olmasına baxmayaraq əlindəki cib dəsmalı ilə tərini silməsi, onun buradan tez çıxıb getmək arzusunda olmasına şübhə yeri qoymurdu.
Ancaq söhbət hələ bitməmişdi və tamahının ucbatından bu adama kömək etməyə razılaşdığına iç kimi peşman olsa da artıq geriyə yolu olmadığını anlayırdı və indi də onun istədiyi qədər burada dayanıb suallarını sona qədər cavablandırmağa məcbur idi. Nəhayət sivri burunlu son sualını verdi. Axırıncı qonağımızın vəziyyəti necədir? Ayılandan sonra çox səs-küy saldı. Hətta bir neçə dəfə ucadan qışqırıb kömək çağırmağa da imkan tapdı. Qollarından tutub saxladıq. Lap canavar kimi ulayırdı. Ancaq həkimin iynəsindən sonra o biriləri kimi sakitləşdi və mən gələndə hələ yatırdı. Sivri burunlu başını qaldırıb Xruşşovka adlanan binanın qaranlıq pəncərələrindən birinə baxdı. Mən qalxıram yatmağa. Bundan sonra bütün əlaqələr Həsənağa vasitəsilə olacaq. Lazım olarsa, hara gələcəyini o sənə deyəcək. Gedə bilərsən. Şişmanın üzərindən elə bil dağ götürüldü. Sağollaşmağı da unudub sürətlə həyətin o biri başında saxladığı maşınına tərəf getməyə başladı. Sivri burunlu dayandığı yerin yaxınlığındakı iri gövdəli çınar ağacının arxasına keçib maşın həyətdən çıxana dək gözlədi. Şişmana özünü bu həyətdə yaşayan kimi göstərsə də, əslində o 2 kvartal aralıdakı binaların birində, əvvəlcədən yaxın adamı olan Həsənağa tərəfindən onun üçün kirayə tutulmuş evdə qalırdı. Hər bir işi ehtiyatla tutmağa və heç kimə etibar etməməyə öyrəşmiş, ömrünün Rusiyada keçmiş son 10 ili ərzində bu dəfəki gəlişi nəzərə alınmazsa, cəmi bircə dəfə 2 il əvvəl Bakıya gələrkən, qısa müddətdən sonra geri qayıtmış bu adam, Şişmanın getdiyinə əmin olduqdan sonra ağır addımlarla yaşadığı ünvana tərəf addımlamağa başladı. Sanki cinayətkar olmaq üçün doğulmuş bu zəhimli adam, Bakıda yaşadığı dövrdə əsasən özü cinayət əməllərindən birbaşa iştirak etməyərək, qurduğu müthiş cinayət planlarını həyata keçirmək üçün yaratdığı dəstədən istifadə edir. Son dərəcə qəddar olduğu üçün dəstə üzvləri ondan olduqca qorxur və bir sözünü iki edə bilmirdilər. Lakin 10 il əvvəl canavar xisləti ilə yanaşı malik olduğu güclü hissiyatı ilə başının üstündə qara buludların saxlandığını hiss etmiş, elə həmin vaxtdan da ölkəni tərk edərək Rusiyaya getmişdi. Və hissiyatı onu yanıltmamışdı. Onun planı əsasında həyata keçirilən sonuncu cinayət zamanı adamlarından birinin buraxdığı kiçik bir səhv qısa müddətə bütün dəstə üzvlərinin tutulması ilə nəticələnmişdi. İstintaq və məhkəmə prosesində dəstənin kənarda qalan digər üzvlərinin, əslində isə başçının müəyyən edilməsi istiqamətində aparılan bütün dindirilmələr heç bir nəticə verməmiş, hətta dəmir barmaqlıqlar arxasında da onları sağ buraxmayacağını bildiklərindən, dəstə üzvləri onun barəsində hüquq mühafizə orqanlarına heç bir məlumat verməmişdilər. Bu səbəbdən o qanun qarşısında dırnaqarası təmiz qalaraq ölkəyə sərbəst gəlib getmək imkanına malik idi. Məhz 2 il əvvəlki gəlişində məqsədi də öz növbəti məkirli planını həyata keçirilməsi üçün lazım olan bəzi işləri görmək idi. Və Bakıdakı adamına tapşırıqlarını və küllü miqdarda pul verərək yenidən Rusiyaya qayıtmışdı. Şişman bu adama rast gəldiyi günə lənət yağdıra-yağdıra vaxtilə onun tapşırığı ilə aldığı, şəhər kənarında yerləşən və bir o qədər də lənətli hesab etdiyi evə tərəf şütüyürdü. Orada Həsənağa onu gözləyirdi. Xüsusi günlərdə həyatı boş qoymaq olmazdı ki, bu səbəbdən Həsənağa o qaydana dək evdə qalmışdı. İl yarım əvvəl Rusiyada olarkən orada yaşayan tanışı gəlirli bir iş olduğunu bildirib, az əvvəl qarşısında durduğu adamla onu tanış edəndə heç ağlına gəlməzdi ki, özünü necə bir cəncələ salacaq. İlk əvvəl verilən tapşırıq ona adi bir tapşırıq təsiri bağışlamışdı. Vəd olunan qonorar isə çox şirinləşdirici idi. Tapşırıq Bakının kənar inzibati rayonlarından birində konkret ünvanda yanbayın yerləşən 3 həyət evinin sahibləri ilə razılaşıb, həmin evləri satın almaqdan ibarət idi. Və istənilən məbləği o evlərin sahibləri ilə razılaşmağı ona tapşıran həbs söhbəti sonra yenə də onunla işi olacağını eşitdirmişdi.
Bu tapşırıqdan sonra gəlir əldə etməsi və sonrakı işlərin də buna bənzər olacağını düşünməsi isə özü də istəmədən qanlı cinayətdə, dolayısıyla iştirakçı olmasına gətirib çıxarmışdı. Yox, o heç kimi öldürməmişdi. Olduqca qorxaq xisləti ilə heç buna qadir də deyildi. İkinci sifarişi ona bir qədər qəribə görünsə də, burada da heç bir kriminal görmədiyi üçün onu da yerinə yetirmiş. Sonrakı tapşırıqlarla isə işin nə yerdə olduğunu başa düşməyə başlasa da, geriyə yolunun yalnız ölüm olduğunu anladığından, susaraq bu zəhimli adama tabe olmaqdan başqa çarəsi qalmamışdı. Rusiyadakı ilk tanışlıqdan sonra bir dəfə də olsun görüşməmişdilər. Sonradan bütün təlimatları onun nümayəndəsi olan, həmişə gülümsəyən, özünü Həsənağa kimi təqdim edən Çəpgöz biri vasitəsilə almış, bütün işlər Çəpgözün nəzarəti altında həyata keçirilmişdi. Evləri alaraq lazımi sənədləşməni bitirdikdən sonra Həsənağa onunla görüşüb ikinci tapşırığın nədən ibarət olduğunu izah etmişdi. Bu tapşırıq Şişmana qəribə görünsə də, alacağı qanararı eşitdikdə gözləri bərəlmiş, bu dəfə də tamahı ona güc gəldiyindən heç bir artıq sual vermədən razılaşmışdı. Evlər tanınmadığı şəxslərin adına sənədləşdirilmişdi. Ertəsi gün Çəpgözlə aldıqları yanaşı yerləşən 3 evlərdən birinin ortadakı evin həyətində görüşmüşdülər. 4 nəfərdən ibarət tikinti briqadası ilə həyətə daxil olan Çəpgöz, briqada üzvlərinə onu yaxın dostu kimi təqdim etmiş və görüləcək işləri ustalara izah etməyə başlamışdı. Bu briqada üzvlərini o uzun axtarışdan sonra bir-bir taparaq bir yerə cəmləmiş, yaşamaq üçün hər bir şərait yaratmaqla işlər sona çatanadək heç birinin evi tərk etməyəcəyi barədə hər biri ilə əvvəlcədən şərt kəsmişdi. Hər biri eyni zamanda bir neçə sənəti mükəmməl bilən ustalar yüksək zəhmət haqqı müqabilində ağır fəhlə işlərini də görməyi üzərlərinə götürmüş, beləliklə nəzərdə tutulan iş üçün tələb olunan təxminən 10 nəfərlik işçi qüvvəsinin sayı minimuma indirilmişdi. Bu, Çəpgöz üçün çox vacib idi. Həmçinin ustaları seçərkən Çəpgöz onların ayrı-ayrı rayonlardan olmalarını, şəhərə qazanc dalınca gəlmələrini nəzərə almış, gündəlik yemək və yataqla təmin olunacaqları barədə dedikləri isə yüksək zəhmət haqqını da nəzərə almaqla onlar üçün göydən düşmə olmuşdu. Şəhəri ilə də yaxşı tanımayan ustalara işlədikləri həyətin paytaxtın qərb hissəsində yerləşən inzibati rayonlarından birində olduğunu bildirmişdi. Əslində isə bu ərazi tamam əks tərəfdə, şimali-şərq istiqamətində olmaqla həyətin əsl ünvanı onlardan gizlədilmişdi. Beləliklə, əgər ustalar telefonla danışarkən kiməsə harada işlədiklərini desələr belə, bu məlumat yanlış olmaqla Çəpgözün planları üçün hər hansı təhlükə yaratmırdı. Sakit bir küçədə yerləşən, yanbayan olan bu 3 həyət evinə gələn torpaq yol sonuncu evdə dalana dirənirdi. Dalanın sol tərəfi evlərin hündür divarları və giriş darvazaları, sağ tərəfi isə çürüməkdə olan, dəmir tor çəpər və çəpərə dırmaşan, yarı qurumuş börtkən çolları ilə əhatələnmişdi. Çəpərin arxası üstünü ara-sıra ot örtdüyü və çol-ços basmış boş düzənlik sahə idi. Dalanın başlanğıcında bir həyət evi də var idi ki, arada kifayət qədər məsafə olduğundan orada Şişmanın olduğu həyətdə nə baş verdiyini görmək mümkün deyildi. Məhz bu səbəbdən də sivri burunlu məqsədini həyata keçirərkən artıq xərc çəkib bu həyəti də satın almağı lazım bilməmişdi. Həsənağa ustalara həyətin baş tərəfində hovuz yeri qazmağı tapşırsa da Şişman bu hovuzun inşasının heç nəyə lazım olmadığını və içi yayındırıcı məqsəd daşıdığını bilirdi. Birinci halda Çəpgözün bu addımı, həyətdə kənar adamların yaşaması və nə iş görmələri ilə gec-tez maraqlanmağa gələcək ərazinin polis sahə inspektoruna hesablanmışdı. Çünki o şefinin tapşırığına əsasən sahə inspektoru barədə məlumat toplayarkən məlum olmuşdu ki, bu vəzifəyə bir müddət əvvəl təyin olunmuş. Polis leytenantı Orxan Dəmirli qanun pozuntularına qarşı barışmaz mövqe tutan, gənc olmasına baxmayaraq, özünə və ətrafdakılara qarşı çox tələbkar bir polis zabitidir.
və mütəmadi olaraq təhkim olunmuş inzibati ərazini piyada gəzib sakinlərin problemləri ilə maraqlanır, eyni zamanda ərazidə baş verən heç nəyi nəzərdən qaçırmırdı. Bu halda təkcə hovuz inşa etdirildiyini bildirməklə sonradan həyətə daşınacaq və hovuz tikintisinə heç bir adiyyatı olmayan tikinti materiallarının polis əməkdaşında şübhə doğurmaması üçün sahə inspektorunu qarşılayan Şişman, hovuz yerini ona göstərməklə sözarası həm də evin əsaslı təmir olunacağını eşitdirməli və onu əsas məqsədlərdən yayındırmalı idi. Əsas məqsəd isə həyətdən başlayaraq dalanın altından keçməklə, təxminən uzunluğu 6, eni 2 metr, hündürlüyü isə adam boyunda olan tunel qazıb, torpağını çıxarmaq və yerin altındakı beton divara çatmaq. Sonra da bu beton divarı yararaq oradakı yeraltı beton bunkerə yol açmaq idi. Hovuz ideyasının digər məqsədi də elə, tunel qazıntısından çıxacaq kubmetrlərlə torpağı daşıyarkən güya hovuzun yerindən çıxılan torpaq kimi qələmə vermək idi. Hər şey düşünülmüş plana uyğun baş verirdi. Briqadanın işə başlamasının 4-cü günü Orxan Dəmirli dalana gələrək ustalara ev yiyəsini görmək istədiyini bildirdi. Qapıya çıxan Şişman ev yiyəsinin rayonda yaşadığını, yaxın adamı kimi yeni aldığı bu evdə təmir işlərini ona həvalə etməsini bildirib evi sənədləşdirdikləri adamın ad və soyadını sahib inspektoruna dedi. Sonra isə əvvəlcədən hazırlanmış ssenari üzrə onu içəri dəvət edib həyətin hovuz tikilən hissəsinə apardı. Yerli olmadıqları üçün ustalar da qalmaq üçün bir otaq ayrıldığını, evi də əsaslı təmir etdirəcəyini bildirib sahə inspektoruna arxanlaşdırdı. Heç bir qanun pozuntusu aşkar etməyən Dəmirli əlindəki bloknota özü üçün bəzi qeydlər edərək sağollaşıb getdi. Və bundan sonra ustalardan biri hovuz yerini qazmaqda davam etdi. Digər üçü isə tunelin qazıntısına başladılar. İşçi qüvvəsinin az, işin isə çox olması həm də yayındırıcı məqsəd daşımaqla heç nəyə lazım olmadığı üçün hovuzun dərinliyi cəmi yarım metr nəzərdə tutulmuşdu. Torpaq işləri və uzun illər əvvəl tikilsə də, hələ də keyfiyyətini saxlamış 70 santimetrlik beton divarın yarılması 20 gün vaxt apardı. Tunelin kənarlarını mişar daşı ilə hörərək bərkidən ustalar, bu yeraltı bunkeri alaraq özəlləşdirdiklərinə inandıran Həsən ağa indi daha tez-tez gəlib işlərin gedişatına diqqətlə nəzarət edirdi. Sonra isə ümumi sahəsi 300 kvadrat metr olan bunkerin bir hissəsi arakəsmə ilə kəsilərək lazım olan qədər saxlanılan hissələrində təmir işləri başlandı. Növbəti mərhələ isə bunkerin işıqlandırılması və istilik sistemi idi ki, ustalar bunu da qısa zamanda həll etdilər. Kərpiclə müxtəlif ölçülü otaqlar tikildi, suvaq vurularaq qapılar qoyuldu, köhnə kanalizasiya xətti bərpa olundu, su xətti, drenaj sistemi çəkildi. Bir sözlə yaşamaq və işləmək üçün zəruri olan bütün şərait yaradıldı. Bunkerin havalandırma sistemi isə üst qatından təxminən 30 metr hündürlüyə qalxan, qalın dəmirdən hazırlandığı üçün hələ də keyfiyyətini saxlayan, diametri 1 metr olan 2 dəmir boru vasitəsilə həyata keçirilirdi. Bu borular sayəsində bunkerin içi nəmişliyə uğramadan uzun illər keçməsinə baxmayaraq olduğu kimi qalırdı. Belə bunkerlər ötən əsrin ortalarından başlayaraq keçmiş Sovet Sosialist Respublikaları İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında davam edən soyuq müharibə dövründə ittifaqın tərkibində olan 15 respublikanın bütün iri və orta yaşayış məntəqələrinin yaxınlığında tikilmiş, həmin yaşayış məntəqələrinin əhalisinin hava hücumundan, eləcə də həmin dövr üçün real görünən nüvə, kimyəvi, bakterioloji və digər hücumlardan qorunmasına xidmət edirdi. Soyuq müharibənin başa çatmasından sonra belə, yeraltı sığınacaq öz əhəmiyyətini itirərək tədricən unuduldu. Sovet İttifaqı dağılandan sonra isə Respublika Müdafiə Nazirliklərinin balansına keçməklə yenə də əksər hallarda illərlə istifadəsiz qaldılar.
Belə ki, əksəriyyəti yaşayış məntəqələrinin yaxınlığında yerləşən. Sonradan bu yaşayış məntəqələrinin genişlənməsi, hətta yüksək mərtəbəli binaların da inşa edilməsi ilə bağlı evlərin daha da yaxınlaşması səbəbindən bu hərbi təyinatlı obyektlərin digər hərbi məqsədlər üçün istifadəsi əlverişsiz oldu. Müdafiə Nazirliklərinin balansında olmaları isə bəzi işbazların bu boş qalan obyektləri və ona bitişik qismən boş əraziləri almaq və tikinti işləri aparmaq arzusunu gözündə qoydu. Beləcə bu bunkerlər bu günədək boş qalmaqla qapılarına illər əvvəl vurulmuş qıfıllar pas atırdı. Vaxtilə isə mütəmadi olaraq din sakinlərə təlimlər keçirilir, onlara əleyhə qaz və digər fərdi mühafizə vasitələri paylanaraq nüvə hücumu zamanı necə davranmalı olmaları izah edilir. Sakinlər kütləvi şəkildə bu bunkerlərə tərəf hərəkət edib ora yerləşdirilir, içəridəki tibb məntəqəsinin digər otaqların yeri onlara izah edilir, təlimatçıların bir neçə saatlıq mühafizəsindən sonra isə təlimin başa çatması haqqında komanda verilərək hamı dağılışırdı. Belə təlimlərdə iştirak etmiş bütün yaş dövrlərində olan insanlar üçün məcburi olmaqla ciddi nəzarət olunurdu. Çünki o dövrdə həqiqətən də nüvə hücumunun təhlükəsi mövcud idi və hər an gözlənilirdi. 2 il əvvəl Rusiyada aldığı bir təklifi saf-çürük edərkən, çox illər əvvəl təhsil aldığı peşə məktəbinin kollektivi ilə bu təlimlərdən bir neçəsinə cəlb olunan, sivri burunlu, sonradan məktəbə yaxın, gediş-gəlişi isə az olduğu üçün, dərslərdən yayınan dostları ilə birlikdə ətrafını özünü məskən seçdiyi bu bunkeri xatırlamış. O da yeraltı sığınacaqların sonrakı taleyi barədə məlumatlı olduğu üçün buradan məkan kimi istifadə etməyin bütün üstünlüklərini dərk etmiş, vaxt itirmədən Bakıya gəlib bunkerin ətrafında müşahidələr aparmış, özünə lazım olan şeyləri dəqiqləşdirmiş və növbəti gün öz adamını bunkerin yanına gətirərək planını ona izah etmiş və tapşırıqlarını vermişdi. Bu adam dələduzluq cinayətləri ilə ayrı-ayrı vaxtlarda 2 dəfə, üst-üstə 8 il həbsxana həyatı yaşamış Həsən ağa idi. Həsən ağa tapşırığı alandan sonra Bakı şəhərinə tibbi avadanlıq ixracı ilə məşğul olan bütün şirkətlərlə maraqlanmış, bu müddət ərzində onlara lazım olan xarici ölkə vətəndaşı olan tibb mütəxəssisinin Bakı şəhərinə köçərək yerləşməsi və özəl tibb müəssisələrinin birində işə düzəlməsi təklif olunmuş, bir sıra məsələlər həllini tapmışdı. Kriminal keçmişi olan birinin digər məsələlərə qarışması məqsədə uyğun olmadığından, evlərin alınması və sonrakı işlərə cəlb edilməsi üçün münasib birinin axtarışını aparan Səpgözün diqqət mərkəzinə tez-tez Rusiyaya gedib gələn və tamaşarlığı ilə seçilən Şişman düşmüşdü. Əlaqələri öyrənilən Şişman, pulu ilə ələ alınan Rusiyalı dostu vasitəsilə sivri burunlu ilə tanış edilmiş, tamaşarlığından istifadə edilərək tora salınmasından sonra planın növbəti fazasına təkan verilmişdi. Məkirli planda şahmat piyadası rolunu oynayan Şişman isə bu günə qədər bir təsadüfün qurbanı olduğunu düşünərək o günə lənət yağdırmaqda davam edir. Həmin günə qədər neçə müddət izlənildiyindən xəbəri belə yox idi. Bu mərhələyə qədər baş verənlərdə elə də qorxulu heç nə olmaması Şişmana bir qədər təsəlli verirdi. Lakin onu qorxuya salan və ən dəhşətli hadisələr, təmir işləri yekunlaşdıqdan sonra baş verdi. İşləri təhvil verən, son 2 aydan çox müddətdə bir yerdə işləyərək dostlaşan ustalar nəhayət qazandıqları pulları alıb ailələrinin yanına gedəcəklərinə, onların yığılıb qalan problemlərini həll edəcəklərinə sevinir, deyib gülərək briqada şəklində gələcəkdə də bir yerdə fəaliyyət göstərmək barədə məsləhətləşirdilər. Xüsusilə bunkerə aparılan tunelin həyətdən girişinin qapısını özünə məlum olan üsullarla hazırlayan usta daha çox sevinir, tez-tez hamını bu yaxında oğlunun toyuna dəvət edəcəkini deyirdi. Ustanın əlləri həqiqətən də qızıldan idi. Düzəltdiyi bu qapı bağlı olarkən həyətin torpaq örtüyündən qətiyyən seçilməyən, açılarkən isə sakitcə yerin aralanmasını xatırladan bir qurğu idi.
Hətta üzərini örtən, həyətin torpağı ilə eyni olan o təkilmiş torpaq qatının açılıb bağlanarkən səpələnməməsi, üstündə adam dayanarkən isə deformasiya olmaması və əsas da səs keçirməməsi nəzərdə tutulmuşdu. Qurğu düymə ilə işə salınırdı və bu düymə evin içərisində yerləşdirməklə ora gedən naqillər yerin altı ilə çəkilmişdi. Daha belə bir düymə isə bunkerin içində qoyulmuşdu və eyni funksiyanı yerinə yetirirdi. Beləliklə bunkerin qapısını açıb bağlayan mexanizm həm evdən, həm də bunkerin içindən idarə oluna bilərdi. Şişman maşını dalanın axırına kimi sürdü ki, darvazanın qabağını kəsməsin. O maşından düşərkən artıq Həsənağa həyətdə saxladığı maşının mühərriyini işə salmış, darvazanı açırdı. Görüşə bildin? Hə. Yaxşı, daha mən gedim. Səhər danışarıq. Diqqətli ol. Arxayın ol. Həsənağa Pajero markalı cipinə əyləşib, ehtiyatla maşını həyətdən çıxartdı. Onun arxasınca darvazını bağlayan şişman bir ah çəkib, hovuzun yanında qoyulmuş samavarı götürüb su ilə doldurdu. Ciyəri yanırdı. Çay qaynadacaqdı. Tom çırtlayarkən qəzetlərə göz gəzdirdim. Qəzetləri poçtalyon gündəlik olaraq gətirib layiqəyə verir, o isə stolumun üstünə qoyurdu. Əsasən səhərlər onlarla tanış olur, bəzən vacib işlər olanda isə günün müxtəlif vaxtlarında olsa da mütləq oxuyurdum. Abunə olduğum bir neçə yerli qazeti oxumaq artıq məndə vərdiş halını almışdı. Bəzən qazet səhifələrində tapdığım məlumatlarla heç bir internet portalında rast gəlmək olmur. Məlumatlı olmaq isə mənim işimin əsas şərtlərindən biri idi. Həsənağa maşını elə də sürətli sürmür. Əslində heç evə də getməyə tələsmirdi. O da bir qədər əvvəl tərk etdiyi evə gəlməyi sevmir. Ancaq şişman kimi özü də sivri burunlunun boyunduruğu altında olduğundan başqa çarəsi yox idi. İndi də dalanın başından şişmanın maşınının səsini eşidən kimi mühərriyi işə salmış, buradan tez getmək üçün darvazanı belə özü açmışdı. Bu evlə bağlı onu dəhşətə gətirən, həmin dəhşətli gecə yenə də yadına düşdü. Həmin gecə isə hələ axşam olmasa da ustalar yaxşı bir qonaqlıq boyun alan Həsənağanın təklifi ilə bir gecə də qalmağa razılaşaraq səhər o başdan yola düşəcəkləri qərarına gəlmiş, indi onu gözləyirdilər. Hava qaralmaq üzrə idi. Bazarlıq etməyə gedən Həsənağa əlində ərzaq dolu salafan torbalarla həyətə girdi. Hovuzun kənarında qoyulmuş masanın arxasında əyləşən ustalardan biri cəld qalxıb torbaları onun əlindən aldı və mətbəxə apardı. Çəpgöz hazır yeməklər gətirmişdi. Təkcə xiyar pomidorları doğramaq, göyərtiləri yuyub, süfrəni hazırlamaq qalırdı. Yemək torbalarını mətbəxə aparan ustalardan nisbətən cavanı bu işlə məşğul olarkən, Çəpgöz həyətə çıxıb o biri ustalara yaxınlaşdı. Deyirəm, hava əməlli başlı sərinlədi. Evdəki tör-töküntülü. Bəlkə elə məclisimizi təzə tikdiyimiz yeraltı obyektə təşkil edək, həm də obyektin açılışını etmiş olarıq. Həsənağa ustalara göz vurdu. Çəpgöz olduğu üçün bu biraz məzəli alındı. Ustalar baxışdılar. Elə bil mən də biraz üşüdüm. Ustalardan yaşca böyüyü, öz aralarında bir qədir seçdikləri dilləndi. Haydi, bu stolu daşıyın aşağı görək. O biri ustalar cəld bir qadirin göstərişini yerinə yetirməyə tələsdilər. Həsənağa evə keçib, mətbəxdəki işlərə kömək edən şişmanı arxa otağa çağırdı. Sən birazdan de ki, vacib zəng gəldi və getməlisən. Əgər zəng vursam, qayıt. Yox, əgər zəng vurmasam, yıxıl yat. Səhər saat 9-da burada olarsan. Şişman bu adamın qeyri-adi hərəkətlərinə öyrəşmişdi. Bununla belə yenə də dilləndi. Axı, yemək yeyəcəkdim. Evdə yeyərsən də, nə deyirəm onu elə. Çəpgözün səsi sərtləşdi. Yaxşı, əsəbləşmə, 5 dəqiqəyə çıxaram. Artıq ustalar bunkerdə yemək masasını hazırlamış, Həsənağa ilə şişmanın gəlməsini gözləyirdilər. Nəhayət onlar da aşağı düşdülər. Həsənağa keçib stolun yuxarı başında, onun üçün saxlanılmış boş stolda əyləşdi.
Bu vaxt Şişman isə üzünü oturanlara tutub dedi: "Gərək məni bağışlayasınız. Telefonuma vacib zəng gəldi. Getməsəm olmaz. Əgər çatdıra bilsəm, 1-2 saata qayıdaram. Siz nuş eləyin." Ustalar xorla, "Əşi bu olmadı ki, nə vacib zəngdir, sonra getsən olmaz ki?" deyib Şişmana baxdılar. Şişman isə Həsən ağaya baxıb utqundu. "Yox, olmaz. Yaxın qohumumu xəstəxanaya aparıblar. Vəziyyəti ağırdır. Gərək orada olum." deyib hamı ilə sağollaşdı. Həsən ağa, "İndi gəlirəm." deyib ayağa durdu və Şişmanın arxasınca yuxarı qalxdı. Həyət qapısının cəftəsini açıb onun çıxmasını gözlədi. Sonra yenidən cəftəni bağlayıb bir də yoxladı. Yenidən bunkerə düşüb içəridən düyməni basdı. Bunkerin qapısı səssizcə bağlandı. "Hə, indi başlamaq olar." deyib bayaqçı yerində oturdu. Kabab soyumamış, "Çəkin görək." Kabab isti qalması üçün ağzı bağlı qazanda süfrəyə qoyulmuşdu. Xidmətçilik üzərinə götürmüş cavan usta qazanın ağzını açıb kabab tikələrini boşqablara düzməyə başladı. Həsən ağanın boşqabına çatanda o, "Yox, mənim üçün qoyma, həkim qoyun ətini mənə qəti qağdağan edib." deyərək cəld boşqabını əli ilə kənara itələdi. "Elə bu, gətirdiyim toyuq salatından yeyəcəm." Kabab tikələrini bölüşdürən usta masanın üstündəki litrlik arağı götürüb ağzını açdı. Qədəhləri doldurub Həsən ağaya baxdı. "Həsən ağa, 1 dəqiqə bağışlayın, mən maşın sürəcəyəm. Güya dəfnə arağın iyini öldürür." deyib cibindən əvvəlcədən hazırladığı dəfnə yarpağını çıxardıb yandırdı və qədəhinə saldı. Sonra qədəhini qaldırıb boğazını artırdı. "Əziz qardaşlar, mən sizə minnətdaram. Həqiqətən əlləriniz qızıldır. Bu badəni sizin hər birinizin sağlığına qaldırıram. Qısa müddətdə belə böyük bir iş görmüsünüz. Sizə buna görə sağ olun." Qədəhlər toqquşdu. Artıq Beloçka paketindəki tumun yarısını çırtlamışdım. Əvvəlcə layiqəyə görə çırtlasam da, sonra tumun dadı xoşuma gəldi. Layiqə altdan mənə göz qoyurdu. "Bəxtiyar müəllim, mən haradansa oxumuşam ki, semiçka beyin üçün çox faydalıdır. Tərkibində çoxlu sink var." "Hə?" yalandan təəccübləndim. "Bəli, bir də deyirlər ki, öd kisəsinə ziyandır." Bu qız başdan ayağa təzhad idi də. "İndi nə məsləhət görürsən? Çırtlayım ya dayanım?" "Məncə, birinci." Layiqə ciddi şəkildə fikrini bildirdi. Birinci deyəndə qeyri-ixtiyarı məni gülmək tutdu. Layiqə bir qədər təəccüblə mənə baxdı. Yəqin ürəyində fikirləşdi ki, burada görəsən gülməli nə var ki? Mənimsə yeniyetmə vaxtı baxdığım bir televiziya tamaşasının epizodu yadıma düşmüşdü. Çoxdandır baxdığım bir tamaşanı səni danışacağam. Biləcəksən niyə güldüm. Deməli, məsələ belədir. Sovet dövrlərində səhərlər, dərsə və ya işə başlamazdan əvvəl məktəblərdə, idarə və təşkilatlarda 10 dəqiqə səhər idmanı etmək məcburi idi. Dediyim tamaşada hansısa pambıqçılıq rayonunda işə gələn işçiləri idarə müdürü həyətdə düzərək səhər idmanı keçirirdi. Müdür deyir, mən 1 deyəndə nəfəs alın, 2 deyəndə buraxın. Beləcə başlayır. 1, 2, 1, 2. İşçilər də qollarını qaldırıb endirməklə nəfəsi alıb buraxırdılar. Müdür növbəti dəfə 1, nəfəsi alın deyəndə kənardan kimsə gəlib ondan nəsə soruşur. O söhbət etdiyi müddətdə işçilər nəfəslərini alıb ovurdularını şişirdir və nəfəsi buraxmaq üçün 2 deməsini gözləyirdilər. Müdür gələni yola salandan sonra 1 dediyini unudub yenidən 1, nəfəs alın, deyir. Onsuz da bayaqdan nəfəs alıb dayanan işçilər 2-ci dəfədə bir təhər nəfəslərini udub, ovurdularını daha da şişirdirlər. Müdür 2, nəfəsi buraxın, deyəndə idarənin mühasibi, Bərbərzadə, ordu şişmiş halda soruşur. Yoldaş müdür, hansını buraxaq, birincini ya ikincini? Layiqə qəhqəhə ilə gülür. Doğrudan da gülməlidir. Gərək tapam o tamaşaya baxım. Tamaşa səhv etmirəmsə, Əliqulu evlənir adlanır. Hər halda mən də ikincini nəzərə alıb tum çırtlamağı dayandırıram. Layiqəyə zarafatla deyib tum qabıqlarını tökdüyüm qazet parçasını büküb masanın altındakı zibil qabına atdım və ayağa qalxdım. Elə bir işim olmadığından yaxınlıqdakı Rus kitab evinə
Dəyib yeni kitablara baxacaqdım. Ancaq ofisin açılan qapısından 2 yaşlı insanın içəri girdiyini görəndə kitab mağazasına ekskursiyanın təxirə düşdüyünü anladım. Çünki bu saçları ağarmış, axıl yaşında olan kişi və qadının üzlərində elə bir ifadə var idi ki, sanki dünyanın dərdini çiyinlərinə yükləmişdilər. Lahiqə cəld ayağa qalxıb salamlaşdı və onları mənim stoluma qədər müşahidə etdi. Mən də yaxınlaşıb onlara stulları çəkərək oturmalarına kömək etdim. Bundan sonra keçib kreslomda oturdum və qocalara nəfəslərini dərmək imkanı verib Lahiqə çay gətirməsini tapşırdım. Bəlkə nənə ilə babaya su və ya şirə verim? Lahiqə sözləri uzada-uzada dedi və əlini stolda oturan yaşlı qadının çiyninə qoydu. Həsrətlə onun verəcəyi cavabı gözlədi. Hə, əlbəttə, unutmuşdum. Maneələri aşmaqla 10 kilometr məsafəni qət etməyi, çay dəmləməkdən üstün tutan bu çox bilmiş, elə belə hallar üçün mətbəxi müxtəlif su və şirələrlə doldurmuşdu. Sağ ol, qızım, elə adi su içərik. Nənənin əvəzinə baba dilləndi. Lahiqənin gözlərinə işıq gəldi. Cəld mətbəxə keçdi. Qocaları tələsdirmirdim. Yəqin ki, yaşları 70-dən yuxarı olardı. Onlara nəfəslərini dərməyə imkan verib gözlədim. Lahiqə içində badamlı şirəsi və 2 stəkan olan sini ilə mətbəxdən çıxdı. Sinini stolun üstünə qoyub şüşənin qapağını açdı və stəkanlara su süzüb birini nənəyə, o birisini babaya uzatdı. Nənə stəkanını götürüb sudan bir qurtum içdi. Baba stəkanı alsa da içməyə tələsmirdi. Bir qədər stəkanın içində oynayan qaz qabarcıqlarına baxıb üzünü mənə tutdu. Oğul, sənin yanına bir xahişə gəlmişik. Nəzakətlə, buyurun, sizi dinləyirəm, ağsaqqal, dedim. Bizim nəvəmiz yoxa çıxıb, onu tapmaqda bizə kömək elə.